Səhərisi xalqın evində. 6 ay ömründə bəlkə 2 dəfə bərk sərxoş olmuşdu, bu üçüncü idi. Ancaq hətta bərk sərxoş olanda belə çox şeyi yadında saxlayırdı. İndi gözlərini açıq, işıqlı otağa baxanda, buraya necə gəlib çıxdığını yadına salanda gün ərzində Ağ şəhərdə sonra 2 barda arağı pivəyə, konyaka qarışdırdığını xatırladı. Gözünün qabağına barın qabağında ayrılanda Nazının necə çaşqın onunla sağollaşması gəldi. Bu da yadında qalmışdı ki, pullarını, cib telefonunu onda qoymuşdu ki, özümü təsadüflərin ixtiyarına buraxıram, görüm pulsuz parasız hansı macəralara düşəcəm. 6 ay bir təhər maşına necə dəydiyini yadına saldı. Bu dəm başı ilə hansı ağıllı qəfil tullanmışdı ki, maşının qabağında sivişsin. Gecişmişdi və ayağını əzmişdi. Üstündən yorğanını qaldırıb baxdı. Şalvarda idim, ancaq sol budunun əzələsi biraz ağrıdırdı. Neyliyim? Durub sağ ol deyim, gedeyim. Qız yadıma düşür. Qolunu boynuna salıb bura gətirmişdi. Üzü necə idi? Deyəsən pis deyildi. Gözləri, çənəsi yadda qalan idi. Otaqları yüksək səviyyədədir. Deməli ya ata-anası gildir, ya da əri var. Əri varsa biabırçılıq. Xalqın evi. Altay hələ də nə edəcəyini bilmirdi. Sonra düşündü. Kimsə gəlsin, dilağaz edim gedim. 1-2 dəqiqədən sonra təxminən 60 yaşında müəllimə görünüşlü hündür qadın girdi. Bala necəsən? Soruşdu. Səsində heç bir mehribançılıq yoxdur. Məmalım qonağa yalancı nəzakət vardı. Altay ağzını açıb xala demişdi ki, onun arxasından çənəsi azacıq çıxıq, sanki 7 nəsil əvvəl seçərəsində zənci və ya sudanlı olan qızı gördü. 30 yaşlı olardı. Səsi dərindən gəlirdi. Azərbaycanca sözləri musiqi kimi deyirdi. Durdunuz, necəsiniz? Səsindən heç bir qayğı duyulmurdu. Ancaq narahatçılıq bilinirdi. Umay görürdü ki, bu oğlan bomşa oxşamır, yəssə də oxşamır. Ancaq dünən demişdi ki, heç kimi yoxdur. Cibindəkiləri isə içirdib aparıblar. Bu necə ola bilər? Kofe içirsiniz, ya nə? Hamam oradadır, barmağı ilə göstərdi. Çox sağ olun, mən gedim. Hara tələsirsiniz? Durun bir yerin, görüm ayağınız ağrıyır. 6 ay bir təhər durdu, başı ağrımasa da yaman çay istəyirdi. Hamam tualetə getdi, qaydanda gördü ki, yaşlı qadın və qız süfrə arxasında oturub onu gözləyirlər. Gəlin oturun, dedilər. Qız, mənim adım Umaydır, göz həkimiyəm, daha dəqiq cərrahım. Nənəm Fəridə xanımdır, şərqşünasdır, professordur. Umay baxdı, cavab gözlədi. Adım Altaydır, 35 yaşım var. Məzə üçün bunu dedi. Əslən Azərbaycanlıyam, ancaq Altayda böyümüşəm. Oradan gəlmişəm. İşim dünyanı minimum xərclə gəzməkdir. Burada bir səhv etdim. Kampaniya xoşuma gəldi, çox içdim, sonrası yadımda deyil. Onlar məni soyublar, yolda itirmişəm, nədir bilmirəm. Heç nəyim yoxdur. Tanışım da yoxdur. Ancaq səyahətlərimdə belə hal 1-2 dəfə olub, batmamışam. Azərbaycan isə vətənimdir, batmaram. Altayın danışığından həmişəki kimi rus sözləri çox idi. Umay da bundan nəticə çıxardı ki, böyük şeydir. Rusiyada böyüyəsən, Azərbaycanca belə danışasan. Bəlkə polisə deyək? Yox. Siz niyə qəfildən maşın qabağına atıldınız? Adam fikirləşərdi ki, özünüzü öldürmək istərsiniz. Yox, xanım, mən nə alqaşam, nə də intihara meyilli şairam. Dünyanı sevirəm, riskli həyatı sevirəm. Yəqin o dəm başımdan bir risk havası keçmişdi. Fəridə xanım oğlanın bomboş və əyyəş olmadığını biləndə biraz yumşaldı. Sizin ağlınıza gəlmir ki, bu riskinizdə belə bir ağıllı qızın bütün ömrü dəyişərdi, faciə olardı. Risk etməyi sevirsinizsə, başqaları üçün qorxulu olmamalıdır. Elə ata-ananız üçün də. Oturun çay için, biraz da yeyin. Altay çayı xorultusu içmək üçün biraz çalışdı. Yaxşı çay idi. İçə-içə düşündü. Biri də yaxşı olar, Umay. Mən sizə 2000 verəcəm, həkim pulu. Gedin göstərin. Birdən fəsad olar. 2000 dollar? Yox, manat. 3000 olar. Umay 2000'i söyləmişdi ki, bu oğlana pul lazımdır. Həkim bəhanəsi ilə verim, biletin alsın geçsin. Onun suallarından sonra içində özünə rişxin yarandı. Bu ki alverçidir. Mən də utana-utana həkimə bəhanə edirəm. Pulu ilə düzünə qulu denəndə buna. Onda 2500 oldu. Bunu deyib Altay cəld durdu, qapıya gedib ayaqqabılarını geyməyə başladı. Umay pulu götürüb gələndə gördü ki, nənəsi çaşqın qapının ağzındadır. Oğlan isə yoxdur. Əlində pul dalınca qaçdı, çağırdı, dur. Altay geri baxdı. Umay qaçıb onun 1 metrliyində dayandı. Yaxşı, 3000, incidiniz? Yox, incimədim.
Ancaq mən belə pul götürə bilmərəm. Sizə axı Altaya qayıtmağa pul lazımdır. Bu sözləri deyəndə oğlan Umayın gözündə bomja əyyaşa oxşayan cədədən Sindbad kimi ağır sınaqlardan keçmiş səyyaha çevrildi. Daha doğrusu danışıqları davam edə çevrilməyə başladı. Umay isə danışdıqca Altayın gözlərindən və danışığından başına isti gəldiyini duydu. Onun üçün də qıza bəhanə verdi. Mən xarratlıq edə bilirəm. Əlimdən çox iş gəlir. İşlədib zəhmət haqqısı versəniz götürərəm. Bəs harada qalacaqsınız? Bir daxma taparam. Onda qaydaq evə. Bir şey fikirləşərik. İstiləşən söhbət. Umay masada onunla üz-üzə oturmuş, əyninə başı tökülən bu saqqallı oğlana baxıb, düşüncələrlə duyğuların bir-birini doğurmasının dalğasını düşmüşdü. Bir yandan sanki onu kasta stereotipləri izləyirdi. Mən hara, bura hara. Umay demokratiyanı sevsə də bərabərçiliyi hərfi anlamırdı. Kimisə özünə tay, ya tay olmayan saymaqda çoxları kimi idi. Bu avara adama oxşayan oğlanla ilişkisini davam etdirmək onu biraz sıxırdı. Ancaq bu sıxıntı birdən-birə romantik, melodramçalar alırdı. Qəribçiliyi salınmış kiçik qardaşının kiçik bacının sonu yaxşı qurtaran taleyi bu oğlanı öz semantikasını verirdi. Hər halda bu oğlan səyyah idi. Deməli, avara-uvara deyildi. Mənəvi ideyalarla yaşayırdı. Lap paxıllığını da çəkmək olardı. İş rejimində yaşayıb pul qazanan, bizə baxanda heç bir cavabdehlik bağı ilə özünü bağlamayıb, pulsuz parasız dünyanı gəzən adam, belələri adətən Avropadan Azərbaycana gəlirdilər. Bir qızla oğlanı Umay yoldan götürüb söhbət etmişdi. Mərdəkan yolu ilə gedirdilər ki, başdan çıxıb maşından maşına minə-minə İrana, oradan da Hindistana getsinlər. Umay onları bağına qaytarıb hamamını ixtiyarlarına vermişdi. Bu oğlan elə onlar kimi idi, ancaq Altaydan gəlmişdi. Umay Altay dağlarında olmamışdı. Google'da ona baxmışdı, Türkün əzəli yeri kimi sevmişdi. Oğlanın Altaydan olması da ürəyini qızdırırdı. Orayla bağlı suallarını isə biraz sonra verməyə planlaşdırırdı. Hələlik isə soruşdu. Bəlkə sizə borc verim, vətəninizə qaydanda qaytararsınız. Yoxsa yaxşı çıxmır, sizə xəsarət vurmuşam, indi də qul bazarından götürülən fəhli kimi işlədim. Altay bu qız danışdıqca düşünürdü onun səsini, üzünü hansı metaforalarla mənimsəmək olar. Gözləri cadudur. Yox, balsam kimi ürəyi yayılan baxışı var. Bəs səsi necədir? Adamın qulaqlarının içəri ilə bir balsam axır. Yox, təkrar oldum. Ancaq ona qulaq asanda hələ ağıllı, maraqlı bir şey deməyib. Digər xoş bir isti başdan başlayıb aşağı süzür. Birinci dəfədir ki, qarşısında duran qız ona təsirini buradan başlayır. Mən niyə bu axmaq uydurmanı güya Altaydan gəldim uydurdum? Bacardıqca onunla bir yerdə olmağı uzatmaq üçün, mənim avantyuram təsadüflər silsiləsinə özümü buraxmaq üçün idi. İndi isə yalanım məni bu qızın məkanına qapadır. Əslində dünən axşam dən vəziyyətində idi. Hər şeyimi Naziyə verib uzaqlaşması çox istedadsız ssenari idi. Sərxoş təxəyyülünə əla tapıntı kimi görünsə də, qəfildən özünü maşına tərəf atması isə lap ətdökən idi. Ona görə içməkdən zəhləsi gedirdi ki, belə axmaq hərəkətləri iti axtarışlı ağlın maraqlı gedişi kimi göstərir. Səhərizi axmaqlığın görürsən. Elə bildən vəziyyətində ağlına zay bir şeir gəlir, ürəyində deyib ilhamdan əsim-əsim əsirsən, səhər yadına salanda utanırsan. Bu düşüncələri içində ağlını yalanını boynuna almağa arqument gəlmədiyi üçün fikirləşdim. Bir-iki gün oynayım, sonra çıxıb gedərəm. Əziz Umay xanım, bir düşünün, dünən dünyanın adi axarından çıxan olay baş verib. Çoxmu sizin maşınını adam vurub? Adam vurub və yüngülcə xəsarətlə qurtarıb? Bəs mənim həyatımda çoxmu olub ki, məni maşın vurub? Bütün bunların pul xərci kasıb olmayan üçün heç nədir. Ancaq şah qızının həyətində işləyən oğlan nə maraqlı sonluqdur bu. Elə bil siz şah qızımsınız, mən də həmin oğlan. Umay indiyəcən düşünürdü, görəsən bunun başında nə var? Mənə qadın kimi baxdığını sezmirəm. Rusiyadakılar bu cürdür. Azərbaycanlısı da, gürcüsü də, rus qızlarının asanlığı və babat oğlana yox deməməsi orada oğlanları qadın məsələsində gözü tox edir. Onun üçün bundan təhlükə yoxdur. Dedikləri biraz ağıl işartısı verdi. Yəni deyir, bir az romantikanın necə yanı var. Görəsən sənəti deyil. Sənəti nədir? Ziyalıdır, biliklidir, yoxsa ağlı bircə səyahətlərlə çərçivələnib. Nə olar, uzadaram tanışlığı, görərəm nə adamdır. Altay, mənim yox, bizim Mərdəkanda bağımız var. Orada həyətdə çoxdan dostlarımla yığışıb çay içmək üçün köşk düzəltdirmək istəyirəm.
Aparım sizi ora, pul verin, fəhlələr yığın, köşkün tikilməsinə başçılıq edin. Lazım olanlar taksi ilə də çağıra bilərsiniz. Qalmağa bütün şəraitiniz olacaq. Bizim bağ evi şəhər evi kimidir. Qonşuda qaravolçumuz yaşayır, Jigulisi var, o da sizə kömək edər. Altay qıza baxdı, dilinin uzundan sözü qaytardı, soruşmaq istərdi. Siz tez-tez gələcəksiniz. Özünü soruşmaqdan saxladı. Umay da buna oxşar sual eşidəcəyini gözləyirdi, eşitməyib soruşdu. Razısınız? Gedək. Maşına oturanda Umay nəsə fikirləşib dedi. Ancaq sizə alt dəyişəyi, corab, əlavə köynək lazımdır. Şalvar, ayaqqabı lazım deyil. Yaxşı yoldan götürərik. Altay özü ilə bacarmırdı. Yalanlarından yaranan rahatsızlıq onu oyurdu. Maşında 2 nəfər narahat adam oturmuşdu. Biri Altay idi, biri Umay. Qızın narahatçılığı bu oğlanın nə adam olması ilə bağlı suallara aydın cavab tapmadığından idi. Bir paltar dükanının yanına saxlayıb, içəri girəndə gördü ki, Altay ən ucuz köynəyi, tumanı, corabları aldı. Başqa təklifə qəti yox dedi. Ancaq bu da Umaya heç nə demədi. Geyim məsələsində indi kişilərin gözü toxdur. Qadınlardır yaxşı, bahalı paltar fürsətini əldən verməyin. Altay maraqla soruşdu. Burada hamı uje, vapşe, prosta deyirsiz. Niyə təmiz danışırsınız? Çünki mən millətçiyəm. Nənəm, anam, atam belə öyrədə bilər. Özləri də belədir. Qloballaşan dünyada sizin kimi modern görünən qızın millətçi olması qəribə gəlir. Millətçi sözü mənim şuurumda geri qalmış. Kəndli kimi görünən adamlarla səsləşir. Bir də yaraşıq sarıdan bəxti gətirməmiş qızlarla, bir də oğlanların başqa millətdən qıza evlənməsi istəməyin analarla siz heç birindən deyilsiniz. Umayın dodaqları inci-inci büzüldü. Bu nə stereotipdir? Yahudi qadınlarına millətçi yaraşır, erməni qadınına, gürcü qadınına yaraşır, bizə yox. Mənim gözümdə onlar da yaraşmır. Mən kosmopolitan, ancaq deyənmərəm ki, axmaq adamam. Sözsüz, kosmopolit ola bilər ki, millətçidən yaxşı adam olsun, ateist ola bilər ki, dindardan yaxşı olsun. Bütün düşərgələrdə mənəvi qəhrəmanlar ola bilər. Rüşvətxor da yaxşı adam ola bilər. Söhbət bir adamdan getmir. Söhbət ondan gedir ki, bütün irəli çıxmış millətlər vətənsevər, bu elə millətçilikdir. Olan yerdə Azərbaycanlılara kosmopolit olmağı arzulamaq pis arzudur. Bu vətən, bu xalq Allah Taala tərəfindən bizə tapşırılıb. Mənəvi borcumuz onu yüksəltməkdir. Bu işdə hamı bir-birinə örnək olmağa çalışmalıdır. Mənim ata-anam mənə örnək olub. Mən sənə örnək olmaq istəyirəm. Misal üçün, sənə deyirəm, 6 ayda bilmədən sən dedi. Sən həm də dindarsan, mini yubqada, yəqin dekoltə də olur müsəlmansan, mini yubqada namaz qılan qız gözəl görünsə də, ancaq şor gözlərə gözəl görünə bilər. Amma Umay Altayın bu üzlü danışığından çaş qaldı. Necə yerində oturtsun ki, kobudluq olmasın. Fikirləşdi. Bir vaxtlar xristiyan qadınlarında ayaqları don altında görünməz idi. Siz kişilər düz qadın ayaqlarının xəstəsiniz. Qızlar da xəstələndirmisiniz. Qadın ayaqları uzun donda görünməz. Olanda şairlər olsa incə beldən, yanaqdan danışırdılar. Ayaqlar feministlərdən sonra topuğacan, sonra dizdən yuxarıyacan, dondan çıxanda bu dünyanın böyük inqilablarından oldu. Yeni fenomen yarandı. Qadın necə otursun ki, ayaqları pis görünməsin. Bir variant ayağı ayaq üstə aşırmaq oldu. Bütün bu proseslər dinçi xristiyan ölkələrində baş verdi. Və axırda erotik geyimli mömin xristiyan qadınlarına kilsələr də alışdı. İndi biz də alışmalıyıq. Müsəlman ola-ola alışmalıyıq. Türkiyədə alışıblar. Sən ateist deyilsən ki, deyilsən deistə. Fəlsəfi tanrı məsələsinə bir şey deyə bilmərəm. Hegellə mübahisə etməyə gücüm çatmaz. Ancaq dinlər mifologiyadır, nağıldır. Onları müasir adam kimi həsm edə bilmirəm. Sən ağıllı qızsan. Necə sektalara bölünüb bir-birini nifrət edən dinlərə normal baxırsan. Şiə sünniyə nifrət edir. Sünni şiəyə, katolik pravoslava. Umay biraz acıqlı idi. Ancaq oğlan danışdıqca mənəvi görünürdü. Hegellə tanıması da öz dozasını vermişdi. Ona görə acığı artmırdı. Tanrı sonsuzdursa, hər nöqtədədir. Yəni miflərdə də, nağıllarda da bulunur. Fəlsəfi ideyalarda hindusların Brahmında, Krishnasında da, türklərin Tengrisində də bulunur. Hərəsi bir dildə insana Allahdan danışır. Ancaq hər yerdə işi olanda, kölgə olduğu kimi Tanrı olan yerdə kölgəsi də olur. Kölgə inananların yanlış yozumudur. Yaxşını yamana çevirmiş yozumudur. Nifrət də bundan gəlir. Əsl şiə ilə sünni bir-birinə nifrət edə bilməz. Əsl müsəlman isə əsl Yahudiyə nifrət edə bilməz. Mənim millətçiliyim də
Başqa millətlərə nifrətdən enerji almır. Bunu Umay əsəbi dedi. Altay Mərdəkan yolu boyu düzülənmiş marketlərə, gül dükanlarına baxa-baxa dedi. Yəqin sənə Umay adını türkçə ata-anan verib. Şərqşünas nənəm verib. Mənə də türkçə atam Altay adını verib. Ancaq mən adıma qarşı çıxmışam. Sən isə adının yolunu tutmusan. Umay deyə bilməzdi ki, onların kiçik tartışması ağıllı bir nəsni ortaya çıxartdı. Belə konuları peşəkar intellektuallar bir axıra çıxara bilərdilər. Onlar isə elə deyildilər ki, çıxarsınlar. O göz həkimi olsa da Azərbaycanı sevgisini əsaslı etmək üçün bəzi kitabları oxumuşdu, oxuyurdu. Ancaq çox bilgiləri tanıdığı intellektuallardan almışdı. Onun pasiyenti Niyazi Mehdi olmuşdu. Göz əməliyyatından sonra bu adamın yanına gələndə ağlına gəlmişdi ki, ondan fəlsəfə, dinlə bağlı kurs alsın. Soruşmuşdu. Onlar hərdən sizinlə görüşüm, suallarıma cavabınızı kağıza diktafona yazım. Razılıq alandan sonra əlində kağız qələm gəlib onunla söhbətləşmiş, dediklərini diktafona yazmışdı. Daha sonra Niyazi müəlliminin vasitəsilə Əli Abbasovla, Rəhman Bədəlovla, Aydın Talıbzadə ilə tanış olub, söhbətlər aparmışdı. Onlardan aldıqları onun Azərbaycanla, fəlsəfə ilə, İslamla bağlı düşüncələrinin əsası olmuşdu. Bunları qısaca Altaya danışandan sonra söylədi. Mən Niyazi müəllimdən bir şey götürmüşəm. Dindarlıq və ya ateizm elə qarşı-qarşıya duran tərəflər deyil ki, biri həqiqət, o biri yalan olsun. Ona görə də biri qalıb, o biri məğlub olsun. Onlar arasında mübahisə əbədi ola bilər. İndi biz də tartışanda mənim günahımdan ya sənin günahından qələbə çalmaq məqsədi ilə başladıq. Bununla da səhv etdik. Söhbət gedə bilər adamın ruhuna hansı aləm, Allaha bağlı aləm doğmadır, lazımlıdır, yoxsa Allahsız aləm. Mən Allahlı aləmi seçmişəm, sən Allahsız. Ancaq yarış onun üçün ola bilər ki, sən seçdiyin aləmdə böyük, dəyərli mənəvi işlər görə bilərsən, yoxsa mən. Gerisini Umay öz-özünə danışırmış kimi dedi. Niyazi Mehdi yaxşı kişi idi. Onunla söhbətdən bunu götürmüşdüm. Ancaq biraz qadın gözəlliyinə tamarzı idi. Onun dostları da elə idi. Filosof məncə qadın qarşısında zəif olmamalıdır, güldü. Onun üçün sonralar bu kişilərin yanına gedəndə rahibə kimi geyinib gedirdim ki, fikirləri dağılmasın. Məni özlərini göstərməyə çalışmasınlar. Hicablanıb gedirdin. Altay Umayı başı bağlı, yalnız üzü görünən təsəvvür etdi. Şəkil ona qəribə gəldi. Yox, uzun ətəkli don geyirdim. Ancaq hərdən məscidə gedəndə sən təsəvvür etdiyin kimi gedirəm. Altay çaşdı. Bu qız haradan bildi ki, mənim gözümün qabağına hicablı gəldi. Sual ürəyindən keçəndə isə birdən çaşqınlıqla duydu ki, qız bəsirəti ilə onu yedi. Boynuna ip salıb fırlatdı. Başından isti başlayıb bütün bədəninə yayıldı. Gözücü baxdı və ona elə gəldi ki, Umayın qabağa baxan qıyılmış gözlərindən irəliyə bit şüalar saçır. Nədir, it-pişik zəlzələsi qabaqcadan bilinmə həssaslığında olduğu kimi bu qızlar da bizi bilinməz telepatik dalğalarla tuturlar. Altay heç vaxt qadınlar haqqında belə düşünməmişdi. İndi düşündü. Bunu düşünəndə isə avantürü daha ona mənası görünmədi. Çünki şirin intriqalar vəd etdi. Altayda indi Umayın xoşuna gəlmə istəyi peyda oldu. Ancaq həməncə bu istəyin ağzından vurub geri qaytardı ki, bu düşüklük mənə yaraşmaz. Bir də nə ilə xoşuna gəlim. Çəkilmi filan, bu cür vurmaqla, filan cür danışmaqla, sirli aura gözə üfürməklə, ya nə ilə? Bu qısa özünü hansısa formaya salıb xoşa gəlmək mümkünsüzdür. Ona görə artistlik etməyə mənası yox. Bəs özüm necə? Varsa elə olsam, yenə ümid azdır. Ancaq bunun üstünlüyü odur ki, özüm uduzsam, hədər artistliyə görə utanmaram. Altay belə düşünəndə Umay başqa düşüncə axına oldu. Rastıma çıxan oğlanlara baxanda bu adam daha mənalı göründü. Mənalı görünmək nədir? Ondan mənə darıxdırıcı mənalar axmır. Pulsuzluğu və gözəl toxluğu daha çəkimlidir. Deyəsən mən vecinə deyiləm. Ancaq həvəslə söhbət edirsə, deməli vecinliyəm. Umay gözünün ucu ilə ona baxdı. Oğlan kimi necədir? Belə də, ancaq maşında yanımda oturması darıxdırmır məni. Qəribə işdir. Bağın qapısı putlu açılırdı. Ona görə də Umay maşınından düşmədən açdı. Həyət bu düz bucaqlı idi. Çoxlu gül kolları vardı. Arasından isə yer-yer türlü meyvə ağacları, dekorativ ağaclar ucalırdı. Ev 2 mərtəbəli, 5 gözlü idi. Səliqəli tipik Mərdəkan villaları biçimində. Ancaq azman deyildi. Böyük villaları fonunda yığcan görünürdü.
Umay düşündü. Gərək nə kompliment deyəcək. Altay isə heç bir heyranlıq bildirmədən düşdü və fərqsiz adam duruşunda durub Umayın nə tapşırıq verəcəyini gözlədi. Qız həyətin kollardan qıraq bucağını göstərdi. Nə fikirləşirsən? Orada müdürü köşk tipində bir şey tikmək olar. Gərək internetə baxım. Burada var, internet də var, notebook da var. Necə bilirsən? Soyuducu hər şey var, yemək düzəldim, yoxsa yaxından yaxşı kafe var, ora gedək. Burada varsa özüm düzəldərəm, əziz xanım. Sənin bu gözəl göyçə evinin yəqin əla mətbəxi var. Mən isə xanım əfəndiyə aşpazlıq etməkdən ləzzət alacağam. Umay evi haqqında oğlanın fəndgirlik yapıb bu şəkildə xoş söz deməsini stereotipi pozan stereotip kimi dəyərləndirəndən sonra onu məzə üçün sancmaq istədi. Xanım əfəndiləri aşpazlıq, məni maşınla vuran həyətində işlədə pul verəcək xanım əfəndiyə ömrümdə birinci dəfə olacaq. Umay birdən özünü tanımadı. Gördü ki, danışanda qadın bicliyinin arsenalında olan baxışlardan, jestlərdən yamanca istifadə edir. Nə olub mənə? Düşündü. Ancaq özünə hirslənmədi. Gördü ki, Altay nəsə yavaş-yavaş onun ürəyinə yol salır. Mətbəxdə Altay belini önlüyü bağladı ki, paltarı batmasın. Onu belə görmək Umayı məzələndirdi. Azərbaycan kişiləri mətbəx önlüyü bağlamır axı. Sosisin kebabını bişirdi. Türlü ədvalardan istifadə edərək iri boşqablara kağıdan, pomidordan, pendirdən, natürmort düzəltdi. Bəlli oldu ki, çörək yoxdur. Bundan problem eləmədilər. Çünki nə Umay, nə o çox çörək yeyən deyildi. Altay çaxır içməkdən imtina etdiyi üçün bakallarda meyvə suyu çaxırı əvəz etdi. Oğlan çox yavaş gedirdi, yeyirdi, çox çiynəyirdi. Onun üçün sözləri də çiynəyirmiş kimi deyirdi. Mənim xoşuma sənin rus sözlərini işlətməməyin gəlir. Ancaq sözlər axı vaqon kimi fikirləri birindən o birinə daşıyır. Nə fərqi var? Vaqonun biri sarı rəngdədir, o biri, nə bilim, qırmızı rəngdədir. Demək istəyirəm, nə fərqi var? Rus sözü olsun, ya ingilis sözü olsun. Əsas fikirləri yaxşı daşımasıdır. Umay barmağını yox mənasında tərpətdi və bu zaman öndən görünən üzü ərköyün hinci maldı. Sözlər vaqon deyil. Onlar heç nə daşımır. İki nəfər danışanda aralarındakı sözləri səsi, yazısı onların başında mənalar oyadır. Sözlərin necə olması mənalara öz çalarlarını verir, bunu özümdən demirəm. Niyazi Mehdidən deyirəm. O söyləmişdi ki, Quranın da bizə fikir daşıması metaforadır. Əslində, Quran bizdə anlamlar oyadır. Səviyyəmizdən asılı olaraq bu anlamlar primitiv də ola bilər, dərin fəlsəfi də ola bilər. Olsun, ancaq prostanın yerinə sadəcə deyirsənsə, bir xarici sözün yerinə o birisini işlətmirsən. Sadəcə ərəbinkidir. Ancaq ərəb sözləri bizim milli kimliyimizə, İslam hissinə görə yenə doğmadır. Prosta isə hər halda milli kimliyimizə aid olmayan rus dünyası ilə bağlıdır. Yazılarımızın Kirildə ya Latında olması sanki əhəmiyyətli deyil, hamısı şərti işarələrdir. Ancaq Kirildə olanda bizi rus dünyası deyilən işğalcı ideolojiyanın altına salır. Latın əlifbası isə Türkiyə ilə və gözəl sivilizasiya olan Avropa ilə bağlayır. Belə incəlikləri bilmək lazımdır. Altay mövzunu dəyişmək üçün şəxsi suallara keçdi və bu zaman nəsə ədəb qaydalarını pozmaqdan ehtiyatlanmaq ağlına gəlmədi. Maşınından mənə vurduğun zərəri yaxşı pulla ödəməyindən, geyiminin brendlərindən, bu evin gözəlliyindən görürəm ki, ya ata-anan varlıdır, ya da özün. Güldü ki, sualını biraz yumuşatsın. Oliqarx deyilsiniz? Umayın sual xoşuna gəlmədi. Çünki Altayı istintaq aparan adam yüksəkliyinə qaldırdığından Umayı öyrəşmədiyi vəziyyətə salırdı. Qız isə heç bir oğlana, heç ərinə də belə şərait yaradan deyildi. Düşündü necə bunu balaca sansın. Sonra isə fikirləşdi ki, cavab verməyəcəm. Bilsin ki, mənimlə belə danışmaq olmaz. Sustu və sonra dedi. Yaxşı bişirmisən, natürmortun da yaxşıdır. Görək ustalığın dəli olacaq. Mənim 1 saatım var. Şəhərə qayıdacam. Ancaq bəlkə sabah gəldim. Bunu deyirəm ki, bura qızlıq gətirməyəsən. Bəlkə də qonaqlarla gəldim. Kebab filan olsa kömək edərsən. Qız məsələsini uğursuz zarafat sayaq. Mən şortu deyiləm. Qızla münasibət qurmağa ciddi baxıram. Ona görə də çox qızla münasibət yaranan kimi yarımçıq qalır. Ya nəyəsə püf eləməsi xoşuma gəlmir. Ya manierası, ya əzilib üzülməsi, min şey. Kebabı isə edərəm. Bəlkə də yenə dadlarla. Sən məni xidmətdə götürmüsən. Fartupla qulluq etməyə hazıram xanım. Umay bilmədi bu sözlərdən oğlan haqqında nə nəticə çıxarsın. Danışanda onun çiyninə qaldıra-qaldıra danışması nə idi?
Bir şey duyurdu. Bu oğlan öz qiymətini yüksək tutur. Belələri adətən ya varlı, ya da arxalı olurlar. O isə nə varlı, nə arxalı görünmədən, heç bir gözə kül üfürmədən özünü tox aparırdı. Bəlkə ölkəsində tanınmış rəssamdır, şairdir, senaristdir. Adətən belələri pulları olmayanda, pullu adamda daha ərköyün, ərkli olurlar. Bəlkə bohem sənətçidir. Bohemlər necə olur? Pulsuz, parasız, vecsiz, harada gəldi gecələyən dahilər ya da istedadlar çox içən, çox gəzən deyəsən. Modeliyəni elə olub. Parisdə ötən əsrin 20-ci illərində Montmartre elələri ilə dolu idi. Umayın düşüncələri, ay qonşu, səsi kəsdi. Qapının ağzında mərdəkanlı qonşu durmuşdu. Həyət qapısından keçib irəli gəlməyə ixtiyarı vardı. Hər ay Umay onu qapı bacaya baxdığı üçün 200 manat verirdi. Kasıb adam üçün göydən düşmə aylıq qazancı idi. Umay eşiyə çıxıb nəsə danışdı. Sonra Altayı çağırıb tanış etdim. Bir iş olsa, Həsən dayıya deyərsən, fəhlələri yığmaq üçün onunla gedə bilərsən. Telefon nömrəsini götürdü ki, zəng vura biləsən. O stolda bağ mobili var, işlədə bilərsən. Həsən dayının maşını da var. Benzini vursan, yaxınları onunla gedə bilərsən. Ancaq taksi də sifariş verə bilərsən. Bu məsələni çözəndən sonra içəri qayıtdılar. Altay Umayın danışığından baş çıxara bilmədiyi çalarlara görə musiqi kimi qulaq asırdı. Bu musiqini o öncələr duyurdu. Rus dilli mühitdə birdən qız və ya oğlan telefonla nənəsi ilə Azərbaycanca danışandı. Yabancı dillərin arasında ləhcəli Azərbaycanca yox, ədəbi Azərbaycanca musiqi təsiri bağışlayırdı. Bu fikirlərin içində Altay başladı düşünməyə. İndi ki, bu axmaq aventürə girmişəm, nə olmasını istəyirəm. Bunun üçün özüm nə etməliyəm? Məsələsini konseptuallaşdırım. Nə etməliyəm ki, üstə atılanda biabır olmayım. Zarafata salım. Bu düşüncələrin arasında nəsə deyəsən Umayın gözlərinə baxdım. Adətən ustad fotoqrafla bu gözlərə nazik burnunun azca ətli dodaqlarını bir-biri ilə baxışmasından alınan görkə an kimi dondururlar. Düşündü. Bu gözəllik seksi deyildi. Yəni seksi yada salmırdı. Ancaq ürəyi döyündürürdü və bu qızla bağlı bütün yaman yaxşı qızdır deyiminin topladığı anlamlar bir yerə toplaşıb adamın üstünə yağırdı. Umayın üzü tipik Azər qızının emblematik şəkli ola bilərdi. Görəsən o mənim haqqımda nə düşünür? Necə danışım ki, onda pozitiv görüş yaradım. Söz ağıllı olan, dünyada hər şeyi bilən, yaxşı dost. Ancaq sevgili görüşünü istəmirəm. Onsuz da evlənməyəcəm. Birdən sevgi başı tutsa, evlənməsəm ayıb olar. Hərçənd heç tez vurulan qıza oxşamır. Mən də axı qızların ürəyini tez almağı bacaranlardan deyiləm. Qabaqlar bacarsam da. Umay köşkünüz olmasını söyləyə-söyləyə düşünürdü. Mən təkcə borcumu qaytarmaq istəyirəm. Bir saat demişəm, bəs niyə getmirəm? Yox, istərdim məni dəli kimi sevsin. Ancaq mən yox. Ona təskinlik verirəm ki, sən istədiyin qıza rast gələcəksən. Çox axmaq arzudur. Lap Hind filminə oxşadı. Ancaq istərdim şəhərə qayıdıb bayağı dünyamdan darıxmaqdansa, burada bu oğlanla diz-dizə söhbət edim. Kafaya gedim, bilyard oynayım, at çapım. At sürə bilir. Altay jurnal masasının arxasında oturub notebook açdım. Nəsə yazdı. Ekrana gələnlərə baxdı və dedi. Gəl, mən cürbəcür köş örnəkləri bir yerə yığım. Sabah gəlsən, baxıb seçərsən. Sən gələnəcən gedib fəhlələrin də telefonlarını götürərəm. Kebabı bəlkə sonraya saxlayaq. Umay ürəyində özünə dedi. Birdən elə bilər ki, bunu dostlarıma göstərmək istəyirəm. Gözünün qabağına səhnə gəldi. Qız oğlanın sevincə dostlarına göstərir ki, necədir? Onun da gözünün qabağına bu gəldisə biabır oldum. Və bərkdən, olar, dedi. Rəfiqəmə əri ilə bağlı kebab söz vermişdim. Sabah bazar günü sərf edirdi. Qalsın gələn bazara. Mənim zəli 10 gün vaxtım var. Məzuniyyətim 10 gündən sonra qurtarır. Altay. Dostlarının təkcə bazar günü vaxtı varsa, çağır gəlsin. Ancaq kebabı bişirərəm. Onlarla çox oturmaram. Gərək gözüm işləyənlərin üstündə olsun. Əli ilə Umayı yanında oturmağa çağırıb, notebookun ekranını biraz da ona tərəf döndərdim. Hələlik bunlara bax. Hamısı yaxşıdır. Seçmək mənə çətindir. Məqsədi deyim. Mənim qonaqlarım əsasən qızlar olur. Gül çiçəyin arasında oturub çay içmək ləzzət verir. Orada çay qaynatmaq, dəmləmək üçün plitə, stəkan, 3 dolab olmalıdır. Mürəbbə bankaları üçündə. Ümumi plan belədir. Detallarsa önəmli deyil. Altay. Yox, detallar da önəmlidir. Eşitməmsən, şeytan xırdalıqlarda gizlənir. Məsələn, sənin bu qəşəng burnun elə dedi.
Elə dedi ki, elə bil yaşlı kişi balaca qızın burnuna qəşəng deyir. Sənin bu qəşəng burnun 2 santim uzun olsaydı, ya enli olsaydı, ya da çənən 3 santimetr çox qabağa çıxsaydı, bütün ömrün dəyişərdi. Göz qabağına gətirirsən, bizim boğazımızın, gözümüzün, çənəmizin 2-3, bəzən yarım santimetr dəyişməsi bizim gələcəyimizi necə dəyişdirər? Buna görə adam hətta mədəniyyəti, insanlığı söymək istəyir. Umay məzə ilə onun söylədiklərini tutub davam etdi. Doğrudan sənin qulaqların yuxarısı 2 santim böyük, 2 santimetr mənə tərəf çevrilsəydi, əsrin fırıldaqçası kimi görünərdi və bütün həyatın dəyişərdi. Ürəyində isə davam etdi. Nə qədər avariyalar bir dəqiqədən 2 santimetr ora yox, bura olmaqdan törəyib. Bu nə absurddur. İkisi də başlamışdı gülümsəyə-gülümsəyə danışmağa. Bundan söhbətləri şoxluq qazanmışdı. Sən bilirsən, üzdən adamı tanımağa Avropada fizioqnomika deyirlər. Şərqdə isə elmi fərasət. Yəni, fərasətli adam üzdən tanıyır kimlə danışır. Sən kimsən? Soyadın var? Xodudur. Niyə Rusiyada Xudiyev yazmayıblar? Çünki atam da sənin kimi millətçi türkçü idi. Ona görə Azərbaycanda ailəsini dolandıra bilməyəndə Altayı seçmişdi. Məni də Altayın adaşı etmişdi. Belə asan yalan düdüləməsindən içində biraz utandı. Coğrafiyanı qurtarmışam. Atam qardaşlarını da çəkib ora aparmışdı. Onlar mənə dolanmaq üçün pul kəsiblər. Mən də bunun hesabına azad sənətkar kimi yaşayıram. Bəs sən? Mən dedim, göz cərrahıyam. Hindistanda praktika keçmişəm. Ancaq tamil dilində adi məişət söhbətini apara bilirəm. Allah bunu, onu gətir. Güldüm. Sankriti bilmirəm. Berlində 3 il işləmişəm. Almanca pis aksentlə danışıram. Ağıllı söhbətlər aparamıram. Ancaq tibbdə normal danışıram. Bir də ingiliscə, rusca bilirəm. İkisini də yaxşı. Türkcə də. Yəni türkcənin elmi dilini pis bilmirəm. Mən babat ingiliscə bilirəm. Almanca yox, rusca hə, türkcə biraz. Bunda çalırsan, Altay qapının arasında görünən fortepianonu göstərdi. 7 sinif oxumuşam, pulu soruşdun. Hər əməliyyat ən çoxu 1500 manat olur. Yarısı klinikaya gedir, ancaq yorulmuşam. Gündə operasiya etmirəm. Hə, bildim. Niyə belə varlısan? Bəs sənə tüfeyli həyat üzmür? Başqalarının qohumlarında olsa hesabına yaşamaq məncə kişini biraz yaxşı göstərmir. Hə, bir də ərdə olub boşanmış mən, ancaq uşağım yoxdur. Boşanmış qadın olmağın yadımda qaldı. Ancaq bunu niyə acıqca qəhrəmancasına dedin? Adətən bunu deyəndə qızlar əlavə edirlər ki, ərim içirdi, qazanmırdı, ya narkoman idi. Yox, məndən belə stereotipləri gözləmə. Qəşəng oğlan idi. Elə mənim kimi qazanırdı. Ancaq gördüm ki, o biri qızlardan tamamını saxlaya bilmir. Dedim ayrılaq. Düz eləməmişəm. İkimiz də sərbəst olmalıydıq. Bununsa mən istəmirdim. Ya da vidalaşmalıydıq. Ayrıldıq. Biraz üzünü qırxmaya fikirli gəzdim. İndi isə bəlkə də ürəyində mənə sağ ol deyir. Münasibətlərimiz normaldır. Ortaq dostların məclisində görüşüb zarafatlaşa bilirik. Bəs sən? Amor məsələsi mənim dünyamda birinci yerdə durmur. Mən gəzməyi, ekstremal sərgüzəştləri sevirəm. Bir gün öləcəyimlə barışmışam. Biraz qorxuzur ki, elə şikəst ola bilərəm ki, arabada gəzərəm. Belə şikəstliklə bağlı nə qədər film var. Ancaq özümü qorxuzmamaq üçün mən onlara baxmıram. Sözsüz başqalarının hesabına yaşamaq məni biraz sıxır. Çoxlu yol qeydlərim var. Bir gün onlardan kitab yazacağam. Rusiyada kitabın tirajı elədir ki, adam böyük pullar qazana bilər. Ancaq kitab elə yazılmalıdır ki, oxucuları valeh etsin. Yoxsa mən filan güllədən, uçaqdan paraşütlə tullanmışam. Paraşüt açılmayanda necə qorxmuşam. Yazmaqla kitabı parlaq etmək olmaz. Umay söhbətin belə dönüşündən rahatlandı. Sakit və düşüncəli söhbət ritminə düşməsi çoxdan bilmədiyi maraqlı ünsiyyətlə saldı onu. Soruşdum. Bəs yaxşı, əgər 2 santimetrlə bizim ömrümüzü belə dəyişdirə bilərsə, niyə bundan fani dünya kədərinə gəlmirik? Niyə kiməsə aşiq olanda düşünmürük ki, birdən 2 santimetr şişəcək, mənə daha gözəl görünməyəcək? Niyə yapışmalıyam bundan? Niyə ümid etməliyəm ki, birdən 15 kilo şişəlsəm, bu adam məndən soymayacaq? Altay Umayın üzünə, uzun boynuna, ayaqlarına baxışlarını gizlətmədən baxaraq, sanki həkim idi, xəstəyə diaqnoz qoyurdu söylədim. Cavabsız suallardan biri budur. Cavabı əxlaqın qızıl qanunudur. Özünü arzulamadığını başqalarına da arzulama. Bu söz Konfütsiyadan başlayıb. Formasını dəyişsə də, kainatda da bizim atalar sözündə də özünü saxlayır. Əgər sən şikəst olanda xanımının səni atmasını istəmirsənsə, o da 15 kilo çəkələndə sən onu atmamalısan. Ancaq bu əxlaqın qızıl qanunu adlandırılsa da, çox az adam ona əməl etməyi bacarır.
Bunun üçün mənəviyyatın qəhrəmanı olmaq lazımdır. Məsələn, mənim bu qəhrəmanlığa gücüm çatmır, sənin çatar. İraq, ata-anamla bacı qardaşım olsaydı, onlarla bağlı çatardı. İraq, yaxın bacılıqlarımla da çatardı, ancaq ərimlə bilmirəm. Umay axırıncı sözləri deyəndə üzünə elə him verdi ki, bilmək olmadı, səmimi etirafdır ya etirafını kinayədən gizlədə mimika. Altay əlini yelləmədi, ancaq elə danışdı ki, yellənmiş kimi oldu. Yaxşı, harada düz dediyini baxıram sənin vicdanına. Başqa hansı söz var sənin ixtiyarına? Onun içində sevginin bəzi mədəniyyətlər çox şişirdirlər. Halbuki çox adamın sevgiyə, yəni əsl sevgiyə gücü çatmır. Hərçənd sevəndə hamı basıb bağlayır. Mədəniyyət santimetrlə də, kiloqramlarla da gizlənmiş şeytanları əl-ayaq açmağa qoymaq üçün müxtəlif mexanizmlər uydurub. Məsələn, xristianlarda ər-arvad əhdi, hərçənd sonra çoxları pozur. Boşanmağı çətinləşdirən qanunlar, ərini və ya qadının çətinliyə düşən kimi atan adama qınaq daha nə? Aydındır. Hamısında gücüz korlanmaq istəyən adama çatmır. Bircə adam əsl müsəlman olanda belə fədakarlıqlara gücü çatır. Əsli xristiyan olanda da. Yenə molla söhbəti. Elə bil pedofil katoliklər əl-Qaidə yoxdur. Bəs çıxış yolu nədədir? Bilmirəm. Bəlkə də utanmaqdadır. Bu məsələlər çox müzakirə olunmalıdır. Adamlarda başqası dar ayaqda qoyub qaçmaqda bağlı utanış olmalıdır. Onda mən sənin sınağından çıxmışam. Umay gözlərini oynatdı. Niyə elə baxırsan? Səni maşınla vurub qaçmadım ki, hələ etibar edib evimə də, bağıma da gətirdim. Altay nə deməli idi? Sağ ol. Nəsə çeynəmiş reaksiya olardı. Onun üçün də belə dedi. Bilmək olmaz. Qaranlıq rayon yolu olsaydı, ölsəydim qoyub qaça bilərdin. Ya bilməzdin? Umay onun zarafat etdiyini bilsə də, dodaqlarını inciyib üstü və Altay ilə canlar alan xatın kimi göründü ki, oğlan iradəsinin ipini ona verməmək üçün gözünü qırağa çəkdi. Umay 1 saat demişdi, indi 2 saatdan da çox keçmişdi. Durdu və Altaya pulu hara qoyduğunu göstərib dedi. Bütün xərclərin pulu, fəhlələrində, materialında oradadır. Mən getdim. Ola bilər sabah gəldim. Ola bilər. Ər-arvad dostlarımla gəldim. Gəlsək, sən işdən ayırmarıq. Altayın yalanı necə faş oldu. Hava alanı yolunda Umay həmişəki kimi Qəmərə zəng vurdu. Sizdən çıxanda bilirsən başıma nə gəldi? Danışa-danışa Umay özünü anlamaq istədi. Altay olayını o, mövzu qıtlığından yeni konu kimi danışır, yoxsa danışır ki, məsləhət alsın. Maşınla vurmasını, evinə aparmalı olmasını, saqqallı, əyinbaşı şülüm olmasını qısaca danışdı. Bu şülüm sözünü nənəsi işlədərdi. Nə söz olmasını bilmirdi, ancaq nəsə əyinbaşı tökülən adamlara deyirdi. Ayağında da sarı çəkmə. 35 yaşında kişi də sarı çəkmə geyər. Umay sözünü vurğulamaq üçün bilməzə maşının qazını biraz artırdı. Qəmər. Az, Çilentanodan sonra zəhrimar yağan üzgöz, sarı çəkmə, qara girdə gözlük, tökülən əyinbaş elitar imicə çevrilib. Üzmə maraqlı maska axtaran bizim qədələrə bu maskadan az istifadə edirlər. Bircə onu mənimsəyiblər ki, azca tüklü üzlə gəzirlər. Amma Qriqori Lipsabağ fırt eləyib Çilentanonun imicindən düşüb. Umay xoşallıqla Qəmər haqqında düşündü. Yaxşı tələbədir, çünki Çilentanonun maskasını o demişdi bacılığına. Lips haqqında misal Qəmərinin əlavəsi idi. Bu misalla bağlı Umay reaksiya verdi. Nə yaxşı tapmısan. Lipsin normal saçı var, ancaq bir ara Çilentano kimi seyrəltmişdi. Çilentano da bu imici kimdənsə götürüb. İndi deməli, mənə biraz sir magiyasında görünən oğlan da Çilentanonun klonudur. Necə dedin? Fırt elə burnundan düşüb? Telefonda selfie eləməmsən, mənə göndərərdin. Yox, ulduz zaddır. Kim olduğunu da fərli bilmirəm. Deyir, Rusiyyadan gəlib. Umay qəsdən Rusiyanı ləhcə ilə dedi. Birdən elə bilərsən ki, ürəyimə girib filan. Bilirsən ki, mən şık geyinmiş, saçı yaxşı daranmış, oğlanı maraq dairəmə buraxa bilərəm. Bununsa türdücü əsəbləşdirir. Sadəcə söhbətdir də edirəm. Bağıma buraxdığım adamdan necə danışmayım? Sualı Qəmərə yox, özünə verirdi. Birdən lavilas azad olar. Sənin haqqında məlumat toplamış adam olar. Deyirlər, elə oğlanlar var, yaxşı qazanan qızların gözünü kül üfürür, sonra da sağırlar. Yox az, nə az, familin bilirsən, Google-la bəlkə internetdə kimliyi çıxdı. Yəqin Face-də var, bəlkə Instagram-da var. Umay əfəlliyinə mat qaldı. Niyə biz internet aləmdə yaşadığımızı tez-tez unuduruq? Gərək evdə baxım. Bu fikrə düşəndən sonra Qəmərlə söhbət onun üçün marağını itirdi.
Tez sağollaşıb Altayla bağlı internetdə hansı sürprizlərin onu gözlədiyini düşündü. Narahatçılığı vardı ki, birdən axmaq adam olması bəlli olar. Birdən maraqlı adam çıxar. Cümani isə narahatçılıq doğura bilməzdi. Sözsüz. Umay duydu ki, bu variant o daha çox arzulayır. Qız yeni Bakının bir-birinin çiynindən qalxan Dubay sayağı binalarına qabaq şüşədən tamaşa edə-edə düşünürdü. Hər halda mənə belə qlamur Bakı daha xoşdur. Düzdür, binalarda New Yorkun qara, ağ, qonur, qırmızı rəng oyunları yoxdur. Hərçənd o binanın rəngi yaxşıdır. Ancaq şəhər indi memarlıq baxımından qlamurdur. Adamlar isə yox. Umay istəyirdi ki, centilmen ideyası Britaniyalı kişiləri brutal qaballıqdan çıxardığı kimi centilmenliyin bəyzadə variantı da Azərbaycanlı millətçi adamları dəyişdirsin. Azəri millətçisi boğazını yırtıb, sinəsinə vurub histerik səslə bizim Babəkimiz, bizim Koroğlumuz deyən tipdən ağayanlı intellektuallıqda olan adama çevrilməlidir. O inanırdı ki, Üzeyir bəy, Əli bəy Hüseynzadə, Ağaoğlu o cür olub. Bəs Sabir, onun millətçi tipini tapanmırdı Umay. Yenə qanlı təpəyə qalxıb, Təbriz küçəsinə keçdi. Evdə paltarını dəyişəndən sonra Google-da Altay Xudu adını Google-ladı. Wikipedia'da adına məqalə yox idi. Deməli elə seçilən adam deyil. Əvəzində adı Instagramda çıxdı, Facebookda da çıxdı. Hamısını araşdıranda gördü ki, onun bioqrafiyası Bakıdan başlayır. Selfilərində özü və arxasında Azərbaycan və dünyanın 100 yerində mənzərələrə görünür. Türlü irqdən olan qızlarla, şəkillərində isə görünür ki, qızlar öz selfilərini Altaya salıblar. Yalnız bir sarı saçlı, çox gözəl, Azərbaycanlıya oxşamayan qızın model duruşunda şəkillər tez-tez təkrarlanırdı. Deməli, özünü mənə qələmə verdiyi kimi deyilmiş. Altay Rusiya yox, Azərbaycan vətəndaşıymış. Bəs bu qız kimdir? Onunla şəkilləri təkrarlanır, bir də onun ayrıca şəkilləri var. Facebookda nə qədər dostları var. Səyahətlərini düz deyib. Avaranın biri, ancaq ora-bura səyahətlə ömrünü keçirdir. Telefonla deməyəcəm. Görüm sabah yalanını necə qarşılayacaq. Pərt olacaq. O qız kim idi? Gözəl idi. Məndən də gözəl idi. Bu axırıncı etiraf Umayı biraz pərt etdi. Çoxdan kimisə özü ilə tutuşturmamışdı. Pərt olsun. Bəs indi niyə tutuşturdu? Altay buna səbəb oldu. Nədir ürəyində onun uğrunda yarışa girmək zəifliyi yaranıb? Qız qəşəkdir. Ona nə dəxli var? Bu oğlan heç onun zövqünə də uyğun deyil. Umay küpə, qlamur oğlanları dəyərləndirirdi. Ağıllı olsunlar, igid olsunlar, yaxşı maaşlı olsunlar. Ancaq səliqəsiz olsalar, bütün öncəki bacarıqları Umayın gözündə heçə çevrilərdi. Bu Umayın illərlə konseptuallaşdırdığı əsl Azərbaycan kişisi idealında gəlirdi. Ağıllıdır, başqa dilləri bilsə də təmiz öz dilimizdə danışa bilmir. Elə bacarığı ki, var ki, yüksək maaşlı işdə işləyə bilər, ancaq həkim olmasın, məmur olmasın. Bəs Azərbaycanda yaxşı maaşla başqa nə olmaq olar? Biznesmen. Onlar da siyasət sındırır. Umay gerisini düşünməyə sonraya buraxdım. Adətən əsl Azərbaycanlı necə olmalıdır? Məsələsini bu məmləkətdə kişilər fikirləşir. Bir də Azəri yazarlar. Əsl kişi necə olmalıdır? Məsələsini isə həm kişilər, həm ərə getmək istəyən qızlar düşünür. Umay bu yöndə hamıdan fərqlənirdi. Çünki onu qadın olsa da əsl Azərbaycanlı ilgiləndirirdi. O biri otaqda kitab rəfləri ilə dolu çəhrayı rəngli balaca otaqda kompüterlə işləyən nənəsini çağırdı. Nənə, gəlirsən? Söhbətim var. 60 yaşlı nənə öyrəşmişdi qızın evi ilə nəvəsinin evi arasında qalmağa. Cah onların istəyi ilə, cah öz istəyi ilə orada da, burada da qalırdı. Əslində nəvəsinin elə özəl və intim həyatı yox idi ki, ona mane olsun. Ərdə olanda burada qalmırdı. Ərinin öz mənzili olsa da, bura daha geniş və rahat olduğu üçün Umayın yanına köçmüşdü. Umay ərdə olanda nənəsi burada qalmamağa öyrəşmişdi. Öyrəşdiyi üçün də o boşanandan sonra tez-tez Qızılgildə qalmağa gedirdi. Ürəyində fikirləşdi ki, birdən kimsə qonaq çağırsa, daha mənə deməli olmasın. Fəridə xanım bəy nəslindən idi. Şecərəsini yazıb Umaya vermişdi. Onun ərindən ayrılmasına pis baxsa da, danlıqla bezdirməmişdi. Umay ona baxanda sanki özünün ağbirçək variantını görürdü. Heç anası bu qədər ona çox oxşamırdı. Nənəsi də qarayannız idi. Çənəsi azcanı irəli çıxırdı. Gözləri neyləsə gülsə də, zarafat etsə də dərindən ciddiliyini saxlayırdı. Boylu buxunlu idmançı qıvraqlığında qadın idi. Nənə, bu oğlan mənə demişdi ki, o rüssətdən gəlmədi, internetdən tapdım ki, aldadıb. Görəsən niyə aldadıb?
Fırıldaqçıya oxşamır. Instagramından, Facebook'dəki dostlarımdan gördüm ki, tanışlıq çevrəsi Avstraliyayacan gedib çıxır. Qızlar da çoxdur. Instagramında bir sarı qızın fotoları lap çoxdur deyəsən. Yaxındırlar. Nə bilim, umaycıyım. Hərdən belə də deyirdi. Allahın elə insanın da işini bilmək olmaz. O Sherlock Holmes idi, əlamətlərdən deduksiya edib cinayətkarı tapırdı. Bizlər isə səhv deduksiya yapa bilərik. Tələsmə. Səndən necədir? Bağını havğurlamayacaq. Ağıllı söhbətlər edirdi. Bircə dili bezdirir, rus sözləri ilə doludur. Russiyaya keçməyi də sevir. Bəlkə mənim bu millətçiliyim süni konstruksiyadır. Mənim balam süni ola bilməz. Qabaqlar böyük nəqqaşlar, xəttatlar, rəssamlar haqqında bilirsən nə deyirdilər? Onun kimsini tali görməyib. Onun misli bənzəri yoxdur. İnsan misilsizliyə can atmalıdır ki, elə belə adam olmasın. Gör nə yaxşı sözdür. Elə belə niyə adilliyi, rutini bizdə elə belə ilə bildirirlər. Heç düşünmüsən bunu. Elə belə də sözlərin qafiyəsi ilk dəfə pis təkrarçılıq mənasını verir. Elə, sonra belə. Yelləncək kimi əvvəl elə, sonra belə olur. Elə belə adam həmişə özü-özünə pis qafiyədir. Azərbaycanda adətən sənin kimi gözəl göçək qızlar, ağıllı qızlar kim olsalar da millətçi olmurlar, ya da bir qırıq millətçi olurlar. Ya da onları erməni, gürcü qızları nədənsə yandırıb yaxanda acığa düşüb millətçi olurlar. Sən isə misilsizliyə can atırsan, bənzərsizliyə can atırsan. Sənin kimi qızlar türk dünyasında ancaq Türkiyədə çoxdur. Modern və millətçi, İslamsevər qızlar. Sadəcə bu cəhətlərini gözə soxma. Başqalarını millətçi, dindar olmadığına görə danlama. Başqalarını örnək ol, ancaq əxlaq polisi olma. Bir də əsas məsələ, millətçiliyi də dində dayazlaşıb bezdirici olma. Bu millətdə o qədər axmaq adam var ki, siyasətçi iyrəndirir, biznesmeni iyrəndirir, məmuru iyrəndirir. Sən milləti Dədə Qorqud dastanına görə sev, Mirzə Cəlilə, Üzeyrə bəyə görə sev. Churchill həyatını Britaniya dövlətinə həsr etmişdi. 1200-lik satqınlıq görmüşdü. Məsələn, parlamentdə görmüşdü, hirslənmişdi, ancaq Britaniyaya hirslənməmişdi. Sən də Azərbaycanlıya hirslən, Azərbaycana hirslənmə. Bunu bacarsan, misilsiz bənzərsiz olacaqsan. Çünki elə belə adamlar çox vaxt Azərbaycanlı ilə Azərbaycanı qarışıq salır. Oğlanın adı nə idi? Altay. Nə onu çox düşünürsən? Sənə maraqlıdır? Ünsiyyətini davam et. Maraqlı deyil, xoş gəldindir. Ərsiz qızsan, sənə nə deyirlər çox sıxmamalıdır. Allaha şükür, dünyamız da xeyli dəyişib. Yeni maraqlı adamlarla ünsiyyət sənə başqa dünyalara səyahət imkanı verir. Yoxsa səhər axşam xəstələri görmək səni qurudar. Çünki xəstələrin çoxu bir-birinə ilə oxşayır ki, səndə insan təsəvvürünü primitivləşdirir. Umay diz-dizə oturdu, 60 yaşlı arvada baxa-baxa düşündü. Bu nə möcüzədir? İki ayrı-ayrı bədən, ancaq mənim canım və ciyərim. Ay Allah, onu itirsəm, necə olacam? Nənəbala dünyanın nə möcüzəsidir? Heç anam onu mənim qədər istəmir. O da məni anamdan çox istəyir. Bu nə möcüzə? Nənə, sənin qucağında yatmaq istəyirəm. Yat bala. Gecəni Umay nənəsi ilə yatdı. Qovğa. Ertəsi səhər tezdən Cipin burnu bağ darvazasının 2 metrliyində olanda artıq Umay özünü Altaya qarşı yetərincə qızışdırmışdı. Heç dünən belə deyildi. Yol boyu isə öz-özünə deyinə-deyinə onun yalanını azman və qorxulu fırıldağa çevirmişdi. Hərdən elə bil bu şişirtmənin arasından şeytan səsi gəlirdi. Deyəsən Instagramdakı sarı gözəlcə sənə od vurub. Umay irrasionallığı sevməyən qızlardan idi. Ona görə də içində ağılan, ram edə bilmədiyi düşüncələr və duyğular olanda özünə qızırdı. Sual dalınca gəlirdi. Bu gədə mənim bəyəndiyim tip deyil. Mənimlə axmaq-axmaq oyun oynayıb, onun qızı varsa, onu qısqanmaq mənim axmaqlığımdır. Bəs onda niyə bunların hamısı iç-içə ilə oynayırlar ki, sanki mən ona vurulmuşam? Bir günün içində vurulmuşam. Bu necə fənciyyatdır? Hirsindən siqnalı bastı. Sonra pultla darvazanı açıb içəri sürdü. Bir də siqnalı bastı ki, Altay eşiyə çıxsın. Yoxsa bircə o qalmışdı, oğlanı tuman köynəkdə yataqda görsün. Maşından düşdü, yüngül külək saçını yaladı. Ancaq sərinlik də hirsini soyutmadı. Altay görəndə elə qəzəbli danışdı ki, danışa-danışa özünə daxili gözlə baxıb tanımadı. Bu nə səsdir çıxardırım? Ayıb olsun sizə. Altaydan gəlmisiniz? Bu nə fırıldaqdır? Nədir məqsədiniz? Nə adamsınız? Moltanı kimi danışırsınız? Moltanı kimi düşünürsünüz? Elə deyil axı. Bilmək olmur, boğmuşsunuz, avarasınız, oğrusunuz, nəsiniz?
Maşının altına atıb özünün cəhənnəm mənimdir gələcəyimi qorxu altına salmışdınız. Mən hara, türmə hara. Mən nəyə görə ömrüm boyu kiminsə şikəstliyində özümü günahkar sayıb unutmalıydım. İndi də qorxa-qorxa maşın sürürəm. Altayın üzü çaşqınlıqdan əyilmişdi. Bilmirdi günahkar gülümsəsin, dilağız etsin, ya qışqırığa cavab versin. Dəyənməzdi qışqıran Umay ona gözəl görünür. Ancaq ləçər də görünmürdü. Çünki haqlı idi. Ancaq niyə? Bəyən bu yalan da elə böyük yalan idi ki, ona ağır ziyan vursun. Amma yox, axı maşınla adam vurmağın qorxusu qız uşağı üçün, elə oğlan üçün də ağır zərbədir. Adam diabet ola bilər. Bu düşüncələr içində Altay axırca nə deməyin yolunu tapdı. Bağışla, üzüm ayağına. Bu nə sözdür? Sözlərin pulemyot kimi məni çalın çarpaz güllələdi. Qoy özümə gəlim, izah edəcəm. Ancaq sakitləş ki, arxayın danışa bilim. Yoxsa cildlətmirəm, məni bərk qorxuzmusan. Heç meşədə ilan görəndə belə qorxmamışdım. İlan özünsən. Özüməm. Bircə hirslənmə, əziz Umay xanım. Ancaq yalanımı hardan bildin? Gecə yuxuda gördün. İnternet var, Instagram var. Altay bu səfər doğrudan da hirsləndim. Ancaq ona yox, özünə hirsləndi. Ay gic, necə yadından çıxarmısan ki, internet var, Instagram var. O indiyəcən hansısa qadından asılı oğlan olmamışdı. Bəs indi niyə bu ağır sözləri yeyirdi? Qızın qəzəbli üzünə baxa-baxa öz sorusunu düşünürdü. Deyəsən bircə səbəb ondan dönən başına gəlib aşağı yayılmış isti idi. Neotik ləzzət idi. Yoxsa Altay elə sürətpərəst deyildi ki, gözəllik onu istədiyi kimi fırlatsın. Tərsinə, bəlkə də onu özünə bərk bağlamış qızlar. Lomunu çıxsan, onun gəzdiyi qızların ən yaraşıqlıları değildi. Altay çalışdı Umaya gerçək ilə desin ki, sakitləşdim. Düzü budur, məni çox istədiyim qız atıb ki, ərə getsin. Ancaq nə üçünsə Altayın bunu vecinə almaması Umayı biraz yumşaltdı. Orada çox içdim. Mən içən deyiləm, ancaq deyəsən dərdi olan içər stereotipinin qurbanı oldu. Baxdı ki, Umayın baxışlarında qəzəb qığılcımları azalır, sonra iki paba gedib orada da davam etdi. Bax, çoxdan içməyən adam bu dəm vəziyyətində birdən axmaq, boynuma alıram axmaq. Buna ertəsi gün başa düşdüm. Axmaq ideyanın qurbanı oldum ki, hər nəyim varsa, mobilim daxil verəcəm dostuma və özümü buraxacam naməlumluqların axarına. Görün məni hara aparır. Əslində ideya axmaq deyildi. Dəm vəziyyətində gəldiyi üçün axmaq idi. Mənə gələcəkdə bu eksperimenti rayonlara getməklə ya da xaricdə, hələlik Gürcüstanda, Rusiyada təkrar etmək lazım gələcək. Ən axmaq hadisə isə sənin maşının qabağından sıçrayıb çıxmaq istəyim oldu. Yaxşı ki, maşının altına düşmədim. Sonrasını sən bilirsən. Elə halda deyildim ki, ancaq deyəsən, axı çıxıb getmək istəyirdim. Sən buraxmadın. Umay bunu yadına salanda biraz da yumuşaldı. Sən qoymadın. Səhər isə duranda söhbətləşdi və mənə maraqlı oldu. Ona görə də sujetin uzanması üçün yalan deməli oldum. Bağışla. Yalancılıq sənə yaraşar, ancaq düzünü de. Biz nə itirdik? Mənim bu içməyim, bu yalanım olmasaydı, dang-dung ritmində bir rəngli həyat axınında qalacaqdıq. Əvəzində sən affekt yaşadın, mən də avara. Azad sənətkar kimi bohem həyatını yaşadım. İndi bağında yaxşı köşkün olacaq. Dağların da kebab ver, dostlarına da kebab verəcəm. Qonşudan itin qəfil hürməsi, toyuq cücənin haray həşir salması, Altayın axırıncı sözlərinə audiofon verib Umaya əyləndirdi. İki gözlənməz sərgənin çarpazlaşması elə bir montaj olub kadr verdi. Umay ərşiyana qayıtdı ki, hər halda sənin avantür işinin cəzası olmalıdır. Sizə kebab pişirib afisiyantlıq etmək bir, azdır. Köşkü təhvil vermək, azdır. Bir yerdə olduğumuz vaxtda bir sözünü iki eləməmək. Axırıncı təklif Umayın çox xoşuna gəldi. Hər halda aktyorluq edib çox xoşuna gəldiyini oynadı və bu zaman Altay gördü ki, qarşısındakı xanım türlü baxışları, himcimləri ilə gözəllik variantlarını fərəqləyən qızlardandır. Elə qızlar var ki, məsələn, Lumi Barbie kimidirlər. Gözlədikləri standartlar kanonikdir. Üzlərində mimik palitra çox variantlı deyil. Belə gözəlləri kino rejissorlar heç fotoqraflarda da sevmir. Elələri də var ki, gözəllikləri maksimum deyil, maksimuma çata-çatdadır. Ancaq gözləri, dodaqları arasında parlayan dişləri, gür saçları bir-biri ilə elə oynayır ki, baxanın da duyğularını oynadır. Belələrinə orta çağda nə deyirdilər? Afət, yəni aləmi bir-birinə vuran. Görəsən Umay baxışlarını güzgü qabağında məşq edib, yoxsa tam naturaldır? Yox, soruşmaq olmaz. Sonra haçansa soruşaram. Amma nə yaxşı ki, saçlarını saraltmayıb. Belə gözəl, gür qara saçları saraldıb blond girl olmaq ayıb olardı.
6 ay başından keçən düşüncələrin arasında Umaya təklifini səsləndirdim. Bu gün üçün 2 variantımız var. Sən dostlarına telefon açıb saat 4-5-ə çağırırsan, 3-ə çağırıram. Oldu, komandir. Gedirik ətmət almağa, yolda da fəhlələri götürərik. Mənim burada 1 saatlıq yoqam var, ancaq eybi yox, gələndə edərəm. Umay maşını Mərdəkan bazarına sürdü. 6 ay quzu ətini, kütün balıqları, balqabağı, tərəvəzi, kebablıq kartofu seçirdi. Umay isə pulunu verdi. Verə-verə də sataşdı. Utanma ki, xanım yerinə pul verir. Ancaq bəlkə də öyrəncəlisən. Öyrəncəliyəm. Mən sənin kimi varlı deyiləm ki, öyrəncəli olmayım. Alman hesabı haqqında bir anekdot danışım. Alman şotu demək istəyirdi. Özünü saxlayıb Umay kimi təmiz danışmaq üçün Alman hesabı dedi və təmiz danışmaq xoşuna gəldiyi üçün içindən qərar gəldi ki, çalışacaq. Umaydan səs gəldi. Danış. Qədəşlər eşidirlər ki, şəhər uşaqları restorana gedəndə nemeçki şot verirlər. Bilmirlər nə deməkdir bu. Gedirlər türmədə neçə il yatmış Ağabbanın yanına soruşmağa. Qayıdır ki, oğlan isə əhvalatı danışmağa davam edirdi. Ağabba qayıdır ki, indi sizi başa salaram. Gedək Məmmədəlinin kebabxanasına. Gedirlər, Ağabba 1000 dənə şeyə sifariş verir, yeyirlər, içirlər. Məclis sona çatanda 6 ay uzun qara bibəri piştaxtadan götürüb satıcının düz üzünə uzatdı. Ağabba deyir ki, bu gün nemes sən olacaqsan. 6 ay bunu elə qəşəng və artistlik dedi ki, Umay da bıqqıldadı, anekdota qulaq asan satıcı da. Bazarlıqdan sonra 6 ay fəhlələri tapmağa qaldı. Umay isə bağa qayıtdı. Qonaqlıq. Umayın bağ evinin döşənmiş yerdən bir pillə yuxarı olan geniş artırmasında namaz xalçasına oxşar materialın üstündə yoq etməsinə 6 ay əlindəki işin arasında baleta baxırmış kimi baxırdı. 6 ay özü Hindistanda əsl yoginləri görmüşdü. Onlardan sonra isə kitablardan və YouTube'dan yoganın fəlsəfəsini, hərəkətlərini öyrənmişdi. Meşədə, dağlarda olan yoga ilə məşğul olurdu. İndi isə quzu tikələrini bastırma edəndə işin arasında qızın pozalarına, uzun gözəl ayaqlarını qaldırmasına, bardaş qurma oturub altına yığmasına, sinəsinə qabağa çəkib, başını arxaya atanda döşünün erotik qabartısına baxaraq sanki balet partiyasına tamaşa edirdi. Umay həmişəki kimi yogadan ləzzət alırdı. Ancaq 6 ayın açıq-saçıq baxmasını da görürdü. Duyurdu ki, baxışları şəhvani deyil, estetikdir və biraz da dilxor olurdu ki, mane olur, çünki yoga ruhun özündə toplanmasını tələb edir. Ruh qıraq nəsnələrə yayınmamalıdır. 6 ay kebab hazırlığı ilə fəhlələr arasında qalmışdı. Onlar ayrıca maşında gətirmişdi, materialların xeylisini almışdı. Hələlik köşkün dizaynını seçməsələr də enini, uzununu razılaşdırmışdılar və indi fəhlələr köşkün altında daşlayıb asfaltlaşdırmağa hazırlaşırdılar. Həsən kişi də həyətdə idi və fəhlələrin başının üstündə dururdu. Umay Cavanşirlə, Qəmərlə saat 3-ə danışmışdı. 3-ə 10 dəqiqə qalmış, darvazadan maşının siqnalı gəldi. Onlarla uşaqlar da gəlmişdi. Böyüklər balacaya baxacaqdılar, ona görə də ata-ana üçün əlavə problem yaranmayacaqdı. Uşaqlar getdilər ağaclar altında oynamağa. Umay Qəmərlə Cavanşiri 6 ayla tanış etdi və əlavə söylədi. Özü deyib bizim kebabçı və ofisiant olacaq. Bu gün bir sözüm 2 etməyəcəyinə də söz verib. Qəmər 6 ay məsələsini ərinə danışmışdı. Ancaq bacılığının onunla necə dalaşıb barışdığını bilmirdi. Ər-arvad bunu gizlətsələr də, fürsət düşən kimi maraqla 6 aya baxırdılar. Cavanşir biraz da girdirmə şənlik avazına danışıb, yaxşı məclis ortamı yaratmaq istəyirdi. Ancaq 6 ayın davranışında Umay yeni cizgilər görüb təəccüblənməyi bilmirdi. Adətən onun vəziyyətində oğlanlar ya necə durub, necə danışmaq narahatçılığını yaşayırlar, ya da qondarma öz adamımız rolunu oynayırlar. 6 ayda isə bunların heç biri yox idi. Elə bil 1000 dəfə təzə adamların kampaniyasında olduğundan arxayınlaşmış, heç nəyi, nə kiminsə xoşuna gəlməyi, nə kiməsə dəyərli görünməyi oynamayan adama çevrilmişdi. Və qəribədir, ər-arvad içlərində bunları anlayışların, düşüncələrin dilində formula etməsələr də onun avtoritetini qəbul etdilər. Sanki çox tanınmış varlı və ya elm sənət adamının kampaniyasındadırlar. Umaya qalanda o yalnız bunu duydu ki, 6 aya qadın hillər ilə ram edə bilməz. Düzdür, görürdü ki, 6 ay onun yaraşığını, yapışığını bilir. Ancaq onu da görürdü ki, bundan dəli divanı olacaq adam deyil. Umay elə duz, elə qız deyildi ki, oğlan özünü belə aparanda onu fəth etmək üçün dəli həvəsi düşsün. Ancaq faktın özü hər halda düşündürücü idi. Görəsən bu oğlan nə oğlandı? Kebab yeyəndə 6 ay ədəb-ərkanla qonaqlara qulluq etdi. Qəmər də əri də özünü pis hiss edib ona kömək üçün dartındılar. Umay onları qoymadı ki, sözümüz sözdür.
Qoy yalanlarının cəzasını çəksin. Altay da onlara göz elədi ki, narahat olmayın və görünürdü ki, həvəslə qulluq edir. Heç pərtçiliyi keçirmir də, planında yoxdur. Kebab çox idi, fəhlələrə də çatdı və sən kişinin evinə də göndərildi. Manqal söndürəlindən sonra Altaya icazə verildi, süfrədə otursun. Hamı kebabların əla bişirildiyini və süfrəyə boşqablarda natürmort kimi verildiyini dedi. Altayın Boranıdan hazırladığı kebab isə innovasiya alqışını aldı. Oğlan öz kulinar icadını açdı. Boranı kubcuqları limonlu yumurtalı maye ilə sürtülüb şişə keçirilməlidir. Qəmər dedi ki, bu mənə ətdən çox ləzzət verdi. Uşaqlardan soruşdum. Ətdən ləzzətli saymasalar da dadlıdır, dedilər. Umay, sən çöldə meşədə olanda belə şeylər bişirirsən? Yox, turistlərə özümü göstərmək istəyəndə, tək olanda necə gəldi yeyirəm. Təzə dalğa çıxıb, çərkədən zaddan burgerlər hazırlayırlar. Onda sən belə şeylər də yeyə bilərsən. Düzünü desəm, məndən iyrənib bir süfrədə oturmaqdan qaçmazsınız. Umay, öpüşüb görüşməyə deyənmərəm, bir yerdə çörək yeməkdən yəqin ki, qaçmarıq. Fransızlarla yeyirik ki, onlar qurbağa yesələr də. Altay, ancaq fransızlarla ki öpüşürsünüz, pis mənada demirəm. Umay, hər halda fransız öpüşü ilə öpüşmürük. Qəmər, mən ərli arvadam, ərimlə fransız öpüşü ilə öpüşmək ixtiyarım var. Fransızla öpüşsəm, bu ərini göstərdi, ayağımı sındırar. Altay Umay sənin səyyah olduğunu deyib. Heyf deyil, biz işə evə gedib gəlməklə yaşayıb üzülürük. Nə yaxşı uşaqlar var, başımızı qatırlar. Sən isə özün üçün maraqlı həyat düşünmüsən. Biz harasa gəzməyə gedəndə ev üçün darıxırıq. Sən necə? Altay bu gözəl xanıma diqqətlə baxdı ki, bilsin o söhbət üçün sual verir, yoxsa doğrudan maraqlanır. Umaya baxdı, o da maraqlanır, cavab verdim. Avropa şəhərlərində sizin kimi darıxıram, ona görə də çoxdandır oralara gedəndə şəhərlərdə 1-2 gün qalıram. Çalışıram tezdə təbiətə gedim, orada darıxmıram. Darıxmıram Monqolistanda, Altayda, İndoneziyada, Avstraliyada, sanki biz az düşünüb, az şübhəsinə cavab verdim. Doğrudan darıxmıram. Afrikada da darıxmıram. Cavanşir içkisiz məclisə öyrəncəli deyildi. Şux bağməzəliyi üçün o biraz vurmalı idi. Maşın sürəcəkdi, ona görə də içə bilməzdim. Qəmər isə tərslik etmişdi ki, mən sürməyəcəm. İçmə. Altay da içmir. Sən nə üçün içməlisən? Bu vəziyyətdə Altaya verməyə sual tapdı. Həm də sual doğrudan da ilgiləndirdi. Bax, mən bağa gələndə, ova gedəndə dostlarımla sigaret çəkmək istəyirəm. Araq içmək istəyirəm. Hamı da mənim kimi. Bəs necə olur ki, sən çəkən, içən deyilsən? Qabaqlar mən də təbiətdə olanda çəkmək və içmək istəyirdim. Ancaq bir dəfə gördüm ki, çəkirəm, içirəm də digər bu cür kimi yerlərdə nəsə gərginlikdə oluram. Özümdə işələndim və anladım. Təbiət nə qədər mədəniyyətlə gəlirsənsə, o qədər də onda ərimək olmur. Elə bilsən də bütün mədəniyyətdən olanlar, sigaret də, içki də buna aiddir. Səni bütün təbiətə gömülməyə qoymurlar. Bir dəfə sigaret çəkmədim, içki içmədim. Sanki zərrəciklərə çevrilib çəmənliyə, dağın yamacına yayıldım. O qədər ləzzət oldu ki, hamısını tərk etdim. Mədəniyyət çox vaxt təbiətə mane olur. Gəllə doldurulmuş dodaqlar öpüşə mane olan kimi təsəvvür edin ki, Amerikadakı kimi evin həyətinin üstündə süni otlaq yapışdırılmış material səriblər və səni bunun süni plastik olduğunu bilməyib ləzzətli tamaşa edirsən. Sonra biləndə ki, gördüyün cirdirmə otlaqdır, bu saat gözündən düşür. Misallar Cavanşirə elə inandırıcı oldu ki, arvadına Umaya baxıb başını tərpətdi. Yığışıb gedəndə Qəmər duydu ki, Umay axşamı bağda qalacaq. Fürsət tapıb bacılığına pıçıldadı. Yoxşu oğlandı, pentizat da deyil. Görmədin süfrəni necə düzmüşdü. Öpüşmək olar, başqa şeyə tələsmə. Bugün yox, ancaq öz işində, yeşə qızsan. Qonaqlar gedəndən sonra Umay artırmada oturub ayaqlarını qarşıdakı kətilə qoydu. Bağda ən sevdiyi vaxt idi bu vaxt. Qaranlıq, təmiz hava, it, toyuq cüzə səsi, arasında sakitlik, qonşu həyətlərdən gələn adda-budda səslər Altay çay qulluğunun üstünə götürmüşdü. Ancaq bundan qabaq qabları birlikdə yumuşdular. Oğlanın hər şeyi özüm edəcəm şərtinə Umayın psixoloji gücü çatmamışdı ki, əməl etsin. İndi çayı gözləyə-gözləyə götür-qoy edirdi, şəhərə qayıdım, yoxsa gecəni burada qalım. Bunu düşünürdü ki, nənəsi zəng etdi. Nənəsinə dedi, get evə, bəlkə mən gəlmədim. O da dedi, yox, burada qalacam. Nənəsi sağlam idi, tək qalmağa qorxmurdu. Həm də binanın altında gözətçi otururdu. Umaya çox xoş idi ki, axşam burada qalsam, Altay nə fikirləşir, narahatçılıq onda yoxdur.
Bu oğlanın alicənablığı və modernliyi ilə bağlı heç bir sözü, baxışı onda quşku yaratmamışdı. Qəribədir, hətta onun üzünə, figuruna, oğrun yox, açıq-saçıq baxması da təhlükə duyğusu yaratmırdı. Sanki rəssam idi, naturaya baxırdı. Belə baxışların obyekti olmaq Uma üçün xoş idi. Bütün gözəl və mənəvi qızlar kimi belə kişi baxışlarının onun etirazı yox idi. Altay çayları kiçik masaya qoyanda qız ayaqlarını yığışdırdı, soruşdu. Doğrudan sənin Instagramda o sarı sevgilin bir neçə dəfə çox köhnə BMW-yə söykənib şəkil çəkdirib. Adətən bahalı qəşəng maşınlarla çəkdirib Instagrama qoyurlar. Yaxşı, yadıma saldın. Onun şəkillərini Instagramdan çıxarmalıyam. Macal tapmamışdım, indi çıxararam. Orada yəqincə konstral prinsipi işləyib. Maşının eybəcərliyi yanında daha gözəl görünmək. Anti-glamur estetika. Fikir verməmisən, son 10 ildə glamur kliplər yerlərini zibil qutuları olan çirkli küçəli klipləri veriblər. Qızlar dizi cırıq cins geyirlər, biz oğlanlar əyin başı tökülür. Mənim dizi cırıq cinsim yoxdur. Fikir vermişəm, sən ayrı qızsan. Azərbaycanlı olsan, qəşəng olasan, modern olasan, rus dilini zada biləsən, millətçi dindar olasan. Bizim çağda belə qızı çıraqla axtarsan tapanmazsın. Mən isə dəm oldum, maşının altına yıxıldım, tapdım. Altayın sözləri üzdə qıza bic şəkildə girişən oğlanların sözü idi, ancaq onlar elə səslə üzlü deyirdi ki, elə deyil, inamı yaranırdı. Umay, doğrudan dizlər cırıq şalvarların estetikası nədir? Necə dedin, anti-glamurluq? Həm o, həm də erotiklik. Cırıqdan qızın ayağının əti görünür və vualizm effekti yaranır. Umay psixologiyadan vualizm terminini bilirdi. Pərdə arasında səhnələri pusmaq və buna görə ləzzəti artırmaq. Ancaq yenə soruşdu, nə mənada vualizm? Dizdəki cırıqdan görünən qadın ayağının bir parçası pərdə arasından görünən kimidir. Ancaq indi oğlanlar da elə şalvarlar geyirlər axın. Məhz indi qabaqlar qızlar başladı, geniş yayılan erotik funksiyası unuduldu və oğlanlar da başladılar geyinməyə, anti-glamur faktı kimi. Ancaq indi o oğlanı elə cinsdə görəndə mənə gülmək tutur. Hələ sən bu dizinin parçası ilə qızlarda erotik duyğularını yaratmaq istəyirsən, bilirsən mən coğrafiyada pis tələbə olmamışam, səyahətlərdən də çoxlu kitab oxumuşam. Ancaq intellektual deyiləm, çünki fəlsəfədən filandan dərin bilim yoxdur. Gəncliyimdə yuğ teatrını düşmüşdüm. Danışandan sonra Vaqif müəllimin yanında Gündüz Sarıyev olurdu. Sarcalı tayfasının adı Sarı Alıdan gəlir. Sarı adam, sarı qız indi dəbdədir. Qədimlərdə ola bilməzdi. Ancaq adam, qız parlaq şəxsiyyət olanda sarılı da məna qazanırdım. Altay başını tərpətdi, elədir. Deməli Vaqif müəllimin yanına Gündüz gəlirdi. Əli Abbasov gəlirdi. Kamal Abdullah, Rəhman Bədəlov gəlirdi. Niyazi Mehdi, Toğrul Zuvarlı, Vaqif Cərərzadə gəlirdi. Toğrul müəllim gəzən ensiklopediya idi. Niyazi Mehdinin dərin, ağıllı, parlaq danışığı yox idi. Ancaq Vaqif müəllim bizə deyirdi, siz bilməzsiniz, yazdıqları danışdıqlarından ağıllıdır. Cərərzadənin musiqisini çox sevirdi. Bir dostu da vardı, Zeynal Məmmədli. Vaqif müəllim onu da yaman çox istəyirdi. Bu adamlar həm Vaqifə görə, həm də tamam başqa düşüncə adamları olduqlarında bir-biri ilə çox mehriban idilər. Mən bir xeyli ideyaları onların söhbətindən götürmüşdüm. Bu mənada mən Sokratın, Aristotelin tələbələri kimi şifahi təhsil almışam. Vualizm bir ara onların arasında gəzən söhbət idi. Teatr tamaşası ona görə belə ləzzət verir ki, sanki seyircilər pərdə arasında intim səhnələri seyr edirlər. Təsadüfə bax, mənim də şifahi təhsilim var. Niyazi Mehdi, Aydın Talıbzadə, Rəhman Bədəlov, Əli Abbasovla görüşüb özüm üçün götürdüyüm müsahibələrdən bilik almışam. Ancaq Vaqif İbrahimoğlunu tanımamışam. Kamal Abdullahdan nəsə oxumuşam. Seyirbazlar dərəsi çox xoşuma gəlib. Vaqif Cərərzadənin musiqi isə klassikadır. Necə bəyənməyəsən? Bu sadaladıqları adlardan onlar arasında daha bir ortaq nöqtə yarandı. Bunun üzündən ilişkiləri xeyli məhrəmləşdim. Ona görə Altay soruşmağa cürət etdi. Bir gündür fikir vermişəm, namaz qılmamısan. Sən ibadətsiz müsəlmansan? Yox, mənim nənəm şərqşünasdır. Onun mənə təsiri Niyazi Mehdilərdən də çox olub, düzdür. Niyazi müəllimin İslam qavrayışımızdan necə islahat aparmaq haqqında fikirlər məni dəyişdirib, ancaq dəyişdirmək üçün materiallarını nənəmdən almışam. Məsələn, o Rumidən fikir gətirirdi. Namaz özünü Allahın dərgahında duymaqdırsa, mən fırfıra rəqsində duyuram. Deməli, bu rəqs mənim namazımdır. Mən əslində namazı qrafiklə qılmıram. Birdən ürəyimdə dərindən gələn arzu yarananda qılıram.
Ayda neçə dəfə gəlir bu arzu? Gündə bir dəfə, bəzən 4 dəfə gəlir. Mənim üçün namaz yoqaların meditasiyası kimidir. Oturub bir nöqtəyə baxıb da namaz edə bilərəm. Bu mənim namazımdır. Hesab edirəm ki, kim istəyir ənənəvi kimi, istəyir başqa cür namaz qıla bilər. Nəriman Qasımoğlu'dan sonra mən şəriəti ilahiləşdirmirəm. Ancaq ona şərti oyunlar qaydaları kimi baxıram. Kimə rahatdırsa ibadəti oyun qaydası kimi qılsın, öz işidir. Şəriəti pozmaq, suça batmaq deyil. İbadətin başqa formada, başqa oyun qaydalarında aparılmasıdır. Deməli, oruç da tutmursan? Niyə ki? Ürəyimin dərinlici istək gələndə tuturam. Bəs nədən bilirsən ki, Allah var? Umay onu həvəslə çək-çevirə salan bu oğlanın gözlərinə diqqətlə baxdı. Biz kvant fizikasının açdığı dünyanı nədən bilirik? Dolayı bilirik. Məsələn, cihazlarla, nəzəriyyələrlə, böyük adron kollideri ilə Allah da bəsirəti olan dolayı bilər. Məsələn, niyə dünyada xaos əbədi qalmır? Hər yerdə sistem sahman qalib gəlir. Sonra xaos onu dağıdır. Ancaq yenə sahman pırtlayıb çıxır. Bəs niyə İslam yolunu tutursan? Məsələn, xristianlığı yox. Çünki bu İslam mənə millətimin mədəniyyəti verir. Rus olsaydım, xristianlığı götürərdim. Bəs birdən Alman qızı niyə İslamı sevir? Yəni, mədəniyyətinin verdiyi dini qırağa qoyur. Hər din dünya haqqında, əxlaq haqqında danışmaq, düşünmək dilini verir. Mən bizim dili sevirəm. Bir-iki başqa dili bilsəm də, sabah başqa dili sevə bilərəm. Bu mənada mən bizim dili sevirəm. Sabah başqa dini də sevə bilərəm. Deməli, 100% arxain deyilsən ki, axıracan müsəlman qalacaqsan. Arxain deyiləm. Axırda ateist ola bilərəm. Bunları nənəmdən, adlarını çəkdiyim adamlardan götürmüşəm. Məsələn, Əli Abbasov rus dillidir. Azərbaycanca danışanda mənsubiyyət şəkilçisini işlədə bilmir, ancaq millətçidir. İslamı sevəndir. Aydın Talıbzadə dünya mədəniyyətini gözəl bilir. İslamı vecinə almaya da bilər, ancaq alır. Sənin kosmopolit almağından bilirsən nə pisdir? Altay hücumu dəf etmək üçün özünü yığışdırıb baxdı. Cavabında Umaydan fikir gəldi. Sən ingilis olsaydın, kosmopolitliyin məndə hörmət doğrardı. Hətta Yahudi olsaydın da. Ancaq Azərbaycan elə yox olmaq, korlanmaq gündədir ki, onun dilini qorumaq, onu qaldırmaq bütün vicdanlı Azərbaycanlıların borcudur. Qaldıraq sonra kimsə kosmopolit ola bilər. İnsan yaxşı olan kəslər, təhlükə altında olan yaxşıların yanında durmalıdır. Budur insanın mənəviliyi. Erməni gürcü öz milləti ilə bağlı belə olmalıdır. Biz də özümüzçülərlə bağlı belə olmalıyıq. Allah bizə Azərbaycana əmanət verib, biz də belə olmalıyıq. Altay düşüncəli dedi. Sözlərim məni inandırmadı. İslam haqqında dediyində, millət haqqında dediyində, ancaq bu məsələlər elə deyil ki, həndəsədəki kimi sübut olsun. Vaqif müəllimdən ateist, kosmopolit olmaq üçün hər şey vardır. Ancaq millətçilik, müsəlmançılıq yolunu seçmişdi. Gündüz Sarıyev ilə. Qabaqca Avropa pərəz, anti-müsəlman olmuşdu. Sonra birdən millətçi və müsəlman oldu. Öləndə də əlində Quran öldü. Ancaq təmiz danışmaq ideyan xoşuma gəldi. Sənə qulaq asanda bu danışığın gözəlliyini duyuram. Çətin olsa da sənin kimi danışmağa çalışacağam. Kömək edəcəksən. Umay ürəyində kiçik qəlibəsindən uşaq kimi sevindi. Edərəm, dedi bax. Belə ağıllı oğlan olanda xoşuma gəlirsən. Sözləri elə dedi ki, sanki uşağı düz yola çəkmək üçün həvəsləndirir. Axşam saat 12-yəcə çox şeydən danışandan sonra hərəsi bir otağa getdi yatmağa. Ancaq yuxuya gedənəcən bir-birini düşündülər. Deyəsən, ləzzətli düşündülər. Uşu, sonra hipodram, sonra da qocalar evi. Səhər oyananda Umay vanna otağına getdi ki, yüngülcə pomadasını vursun, ətirlənsin, saçını darasın. Yuxu onun üzünü pis günə salmırdı ki, Altayı üz-gözü şiş görünməkdən qorxsun. O, səhər duranda da yaraşığını saxlayan nadir qızlardan idi. Ona görə də vanna otağına özünü yaraşığa salmaq üçün yox, soyuq su ilə cümrahlaşmaq üçün girmişdi. Özünə sual verdi. Görəsən Altay hələ də yatır? Eşiyə bu soru ilə çıxanda gördü ki, oğlan yoga pozunda baş üstə durub. Səs eləmədən başladı tamaşa etməyə. Bədəni iri əzələlərdə deyildi, ancaq qayış baldır idi. Plastikası ilə yumuşaq idi, sanki pələng yeriyirdi. Təmiz ruh bədən cildinə girib, içərdən onu hərəkətə gətirirdi. Altay yoganı çoxdan başlamışdı. Qurtaranda uş sistemindən nəfəslə yaşam enerjisi sini türlü orqanlarına qovdu və bu zaman da ayaqlarını kətil üstündə qoyub kinayəyə oxşar gülümsəmə ilə ona baxan Umayı gördü.
Sənə uşu fəndlərini göstərim. Mən sənə göstərərəm. Umay artırmadan çıxıb balerinalar kimi pəncələrini yumşaq qoya-qoya Altayla üzbəyiz oturdu. Oğlan qızın qara şirin üzünə, idman paltarlarının sinəsinə, ayaqlarının görünən doluluğuna baxıb düşündü. Neyləyim? Kontaktlı döyüş edim, yoxsa kontaktsız? Bunu bərkdən soruşdu. Umay kontaktlı deyib üstünə cumdu. Altayın sinəsinə içi açılmış ovucu ilə elə vurdu ki, oğlan onun qollarının gücünü duydu. Həm də bildi ki, bu zərbə yarı güclə vurulub. Altay gördü ki, qız yetərincə döyüş texnikasını yumruqdan yayınma, yıxılma texnikalarını mənimsəyib. Ona görə də onu əzməkdən qorxmadan sevişib arxasına keçdi, qaldırıb fırlatdı. Bütün bədəni ilə onun bədənini duyanda sinirləri yüngülcə ehtirasdan gizildədi. Umay sözsüz bunu bilə bilməzdi. Fürsət tapıb o da sevişib Altayın böyrünə keçdi və badalaqla onu yıxdı. Bütün bu yumşaq uşu rəqsində əllər, sinələr, ayaqlar bir-birinə dəyəndə Altaydan fərqli olaraq qız balet rəqsində ehtirassız oğlanın bədənini duyan balerina halında idi. Hərçənd başından düşüncə keçdi. O da mənim kimidir. Bəlkə soruşum. Yox, pərdələri götürmək olmaz. Yarı idman, yarı rəqs, yarı döyüş. Eyləmlərini bitirəndən sonra Altay dedi ki, dincəl, sənə samavar çay verim. Çay içib sosis yeyəndə Umay yeməyə gövşəyə dedi. Köşkün dizaynını seçim, fəhlələr gələndə işi bu dizayn üzrə davam etsinlər. Həsən dayıya deyərəm, başçılıq edər. Bəs biz nə edək? Təklifin nədir? Altay ağaclara, güllərə biraz heyfslənə baxdı. Mən telefonuma zəng vurum, onu bir jurnalist qız var, ona vermişəm. Telefonu da, pul kartlarımı da, sürücü kağızını da, evin açarlarını da ona vermişəm. Vaxtın varsa gedək götürək. Sonra günümüzü maraqlı keçirmək üçün gəl yarış edək. Bizə deyəndən sonra mən təklif edirəm ki, hippodrama gedək. Orada qardaşımın 2 əla atı var. Əla deyəndə cinsi əladır, ancaq ikisində defekti var. Kəsib kalbasaya verməsinlər deyin, qardaşım onları alıb saxlatdırır. Mən də o da vaxt tapanda onlara dəyirik. Sən at sürə bilirsən? Hə, bilirəm, çox da sevirəm. Gold ilə Akena atların adıdır. Dəyərik, sonra da başqa atları minib sürərik. Bəs sən nə təklif edirsən? Mən? Umay düşündü. Qocalar evinə dəyməyi, düzdür, bu kədərli yerdir. Şikəst Akenaya, Golda dəymək də kədərlidir. Ancaq biz ki, tox yaşamağı istəyənlərdən deyilik. Sən gözündən əziyyət çəkən xəstələrlə məşğul olursan, hərçənd siz həkimlər kasıb cəmaatın qənimsiniz. Mən isə istədi desin, mən də yönlü adam deyiləm. Umay elə bil bu ittihama bənd idi, barmağının Altayın gözü qarşısına tərpədib, elə demə, dedi. Bu Umayın əski dərdi idi. Zorla dolanan adamların mirvari suyundan əməliyyat olmaq üçün 1200 manat verməsi onun fikri yox idi. Bu oğlanı başa salsın ki, biləndə insan yaxşı adamdır, kasıbdır, çalışır onun xərcini yüngülləşdirsin. Umay onları Altaya demədi ki, onsuz da inanmayacaq, ya da özünü onun gözündə ağartmaq kimi çıxacaq. Əvəzində başqa nəsnələr söylədi. Əksər adamların yoxsul olduğu ölkədə adam vicdanlıdırsa, halal qazandığı çörək də boğazından getmir. Yalan sözdür ki, toxun acdan xəbəri olmur. Mənim hər gün xəbərim var. Ancaq adamların pis dolanışığına görə deputatlar, nazirlər, prezidentlər cavabdehdir. Bizə isə gücümüz çatdıqca nəsə yaxşılıq etmək qalır. Bəs sən nə elərsən? Bu sualı eşitmək istəmirdisə, niyə durduğu yerdə Umayı sancmışdı? Aralarında yaranmış yumşaq, mehriban ilişkiyə çat vermişdi. Ancaq o biri yandan Azərbaycan gerçəkliyinin bu ürəkaçmaz durumu əvvəl-axır pırtlayıb söhbətlərindən çıxmalı idi. Bu gerçəklikdə ikisinin də sınaqdan necə çıxması ikisi haqqında nəsə deyirdi. Altay utana-utana düşündü ki, mən aradan çıxmaqla bu gerçəklikdən qopmaq istəyirəm. Davamı kimi Umay dedi. Sənə baxanda özümü təmizə çıxarmağa heç nəyim yoxdur. Rüşvətxor qardaşımı, biznesmen o biri qardaşımı, yetim-yesirə əl uzatmağa, insaflı olmağa həvəsləndirirəm. Ancaq mənim təbliğatçısın da qanlarında xeyirxahlıq var. Bir də sərt gerçəklikdən qurtulmaq üçün sərt ekstremallıq tələb edən yerlərə qaçıram. Qardaşın kimdir ki? Korrupsionerdir. Böyük qardaşım vergilərdə nazir müavinidir. Hə, bizim klinikanın soyanlardan biri onların rüşvəti cərrahiyyə xərcinin üstünə gəlir. Altayın etirafından sonra Umay yumşalmışdı. Şəhərə gedəndə yenə mehriban söhbət edirdilər. Arada Umayın mobili ilə öz nömrəsini zəng vurdu. Yaxşı nazı cavab verdi. Şeyşüyünü almaq üçün qış parkının yanındakı 5 mərtəbəyə gedən küçədə görüş verdi. Umay dinc durmadı. Sevgililərindən biridir. Instagramda şəkilləri var.
Mən elə oğlan deyiləm ki, dərdindən dəli divanə olsunlar. Koroğlu metrosuna çatanda əli ilə qabaqdan gələn uzun qısa modern tikililəri göstərib dedi. Sözsüz, New Yorkda Manhattandan girəndə binaların effektini vermir. Orada dağ arxasında daha uca dağ çıxan kimi orta hündür, lap hündür binalar sinusoid əyrilərini cızır. Möhtəşəm bir mənzərə. Burada binalar elə hündür deyil, ancaq mənzərə yenə pis deyil. Sən bəyəm ultra urbanistsən? Yox, sənin millətçiliyin təsir etdiyi üçün yeni Bakını təriflədim. Əslində mən Avropada olsaydım, Yaşıllar Partiyasına səs verərdim. Vəhşi təbiətdə mən daha rahatam. Mən Mauqliyəm, Tarzanam. Qış parkının yanındakı yolda Umay maşını saxladı və düşüb göy Volkswagenə doğru gedən Altayın prezidentimizin yerişinə oxşar yerişini izlədi. Maşından normal yaraşıqda orta boylu qız çıxdı. Əlindəki bağlamanı Altaya verdi. Umay tərəfə baxaraq nəsə danışdı. Duyulurdu ki, qız cipin şüşəsindən Umayı görmək istəyir. Şüşənin parıltısı ilə qoymur. Cipə tərəf gəlmək istəyəndə Altay onu tutub zorla sağ ol mənasında əlini silkələdi. Volkswagenə oturdu. Yola salandan sonra geri gəldi. Umay ancaq onun səsi və danışığı ilə mümkün olan məzə ilə dedi. Göy Volkswagen'də çox sarı ya qırmızı Volkswagen qadınlara yaraşır. Qız deyəsən mənə baxmaq istəyirdi. Niyə qoymadın? Qısqanmağından qorxdun? Yox, jurnalistdir. Hər şeylə maraqlanır. Sizi tanış eləmək sənin üçün tam mənasız idi, ona görə. Altay ilə gedəndə oğlan düz get, bura dön, ora dön deyə maşını Umayın evindən 10 dəqiqəlik məsafədə olan ünvanda saxlatdırdı. Qonşu yox ki, indi gəlirəm, deyib maşından çıxanda qız təəccübləndi. Məni evinə dəvət etmir. Altay əyin başını dəyişib qaydanda ona söz atdı. Deyəsən tək yaşamırsan, evə çağırmadın. Tək yaşayıram, fikirləşdim onsuz da oturmayacaq. Nəyə çağırım? Qaydanbaş çay içərik. Onlar Bakı mərkəzindən heç də uzaq olmayan hipodramın qabağındakı avtomobil dayanacığında cepi qoyub böyük darvazadan içəri girdilər. Bakı darısqallığının fonunda yaşıl və geniş cıdır məkanı tıncıqlı durumdan asudə genişliyə çıxmaq effektini verdi. Burada göydə böyük görünürdü. Atlar və adamların yan-yana gəzməsi alışılmamış mənzərə idi. Umay da, Altay da öncələr bura gələrdilər. Ancaq Bakının darısqallığına görə buranın genişliyini öyrəşə bilməyib, hər dəfə buradakı yeni rənglərdən, yeni qoxulardan, yeni səs-küydən başqa məkana düşməyin ləzzətini alardılar. Akena və Gold cins adlar kimi doğrudan da gözəl idilər. Altay Akenanın, Umay Gold'un yüyənindən tutub çıtıra gəzməyə çıxdılar. Oğlan yüyəni sol, qız sağ əlində tutduğu üçün yan-yana yeriməyə başladılar. Şəhərdə 2-3 gündə olsa ayaqları asfalt daş döşəmələrin bərkliyini öyrəşdiyi üçün birdən çəmənlikdə yeriyəndə yeni duyğular yaranır. Onlar da bu duyğuları yaşaya-yaşaya söhbət edirdilər. Umay, atın da gözləri qəşəngdir. Ancaq nədən qəşəng gözün məcazı ceyran gözüdür? Niyə Picasso sayağı çəkən rəssam sənin gözlərini at gözləri kimi qəşəng çəksəm, sən inciməzsən. Ancaq şair desə ki, gözlərim at gözləri kimi qəşəngdir, inciyərəm. Bəlkə də at Balaxanım ona görə deyiblər ki, Balaxanımın gözləri at gözləri boyda olub. Yox, deyəsən Balaxanım xanım Altay xanım sözünü güldü, yöndəmsiz olub. Onun üçün deyiblər durub yeriyəndə nələrin arasında keçə bilməyib, tapdalayıb yıxıb. Vaqif İbrahimoğlu bir dəfə danışmışdı ki, Elçibəy prezident olanda Polad Bülbüloğlu ilə onun qəbulunda olmuşdu və Polad çaşıb elə hey ona Elçibəy bəy deyirdi. Rəhmətli Vaqif müəlliminin bir xasiyyəti də vardı, hansı vəzifənin qəbulunda olurdusa, fürsət tapıb qələmini əkişdirirdi. Elçibəyinkini də əkişdirmək istəyib. Nəyisə yazmaq bəhanəsi ilə qələmini istəyib, sonra oradan-buradan danışıb ki, yadından çıxaranda qələmi cibinə qoysun. Danışıb cibinə qoymaq istəyəndə Elçibəy deyib ki, ver, sənin bu fikrini yazım, qələmi qaytarmalı olub. Umay gülmək tutdu. Gülə-gülə atın yalını sığalladı. Əlini boynuna vuranda atdan titrəyiş dalğası keçdi. Mən atları, quzuları elə sevirəm ki, ancaq heç vaxt onları öpə bilmərəm. Avropalılar, Amerikanlar isə hətta küçük itini də dodaq-dodağa öpürlər. Mən hər şeydən çimçəşən oğlan deyiləm. Hətta peyniyindən xoşum gəlir. Ancaq mən də iti, atı, quzunu öpmürəm. Peyniyindən xoşun gəlir, niyə təəccüblənirsən? Elə adamlar var ki, poxeyindən bağışla, bu sözü belə dedim, xoşu gəlir. Bunu mən Vaqif müəllim demişdim. İzahı bilirsən nədir? Nekrofillik patologiyası az adamda olur. Ancaq çox adamda nekrofillik əlaməti onun çürüntü iyini xoşlamasından bilinir. Benzin də çürüntüdür. Onu xoşlayan var.
Payızda yarpaq çörüntüsündən gələn iyi xoşlayan da var. Mən yarpaq çörüntüsündən gələn iyi xoşlayıram. Deməli, sən də azacıq mikrofilsən. Umaya bu sözlər qıdıq kimi gəldi. Atın yüyənini çəkib dayandırdı. Altay da ayaq saxlamalı oldu. Üz-üzə durdular. Az qala nəfəs-nəfəsə dayandılar. Umay oğlanı imtihana çəkdi. Atla bağlı başına maraqla hadisə gəlib. Yox, gəlməyib. Heç atdan yıxılmamışam da. Bir-iki dəfə olub ki, Tərtər cəbhəsində top mərmilərini at arabası ilə daşımalı olmuşuq, çünki maşın gedəsi yol yox idi. Sən davada olmusan? Danış məni, sən Allah. Orada adam öldürmüsən? Altay onun mimikası aktivləşmiş üzünə baxıb düşündü. Görəsən erməni öldürsəydim qatillə çörək yeyərdi, yoxsa müharibədə düşməni öldürəni qatil saymır? Ancaq bu sual yerinə başqa şey dedi. Bir-iki döyüşdə olmuşam, ancaq ermənilərə güllə atanda bilmək olmurdu kiməsə dəyib ya dəyməyib. Bir-birimizdən çox uzaqdıq. Onlar da bizi atırdılar. Digər heç kimə dəymirdi. Ancaq bir hadisə olub. Gizlətməsəydim, tribunala düşərdim. Umaya maraqdan gərginlik gəldi. Adətən bu gərginlik kinoda, teatrda olurdu. Yox, dezertir ola bilməzsən. Bilmərəm. Əsgərlik dostumla dağda alayımızdan ayrı düşmüşdük. Birdən təpəni dönəndə erməni gedəsinə rast gəldik. Qorxusundan avtomatını bizə tuşlayıb atmaq istədi. Bəxtimizdən açılmadı. Ona görə qorxusundan deyirəm ki, açılsaydı səsi eşidib bizimkilər gəlib onu parça-parça edərdi. Elə qorxmuşdu ki, bu ağlına gəlməmişdi. Biz onu süpürləyib avtomatını aldıq. Şəhər uşağı idi. Rusca yaxşı bilirdi. Əsim əsirdi. Elə əsirdi ki, yazığım gəldi. Dostuma dedim, onu buraxdıq. Hara getməsini də göstərdim. And aldım ki, bizimkilərdən kimsə öldürməyəcək. Buraxdıq. Adı tipik erməni adı idi, Xatik. Üzü ona görə yadımda qaldı ki, qəribə burnu və çənəsi vardı. Ən maraqlısı bilirsən harada oldu? İsveçrədə. Alpda xizək sürməyə gedəndə gördüm ki, ailə Xatik buradadır. Mən Xatik dedim, qandırıldı, o da məni tanıdı. Demə mühacirət edib ora köçmüşdü. Andaman elədi ki, bir nəfər də Azərbaycanlı öldürməmişim. Azərbaycanlılara münasibətin necə dəyişməsindən əhvalatlar danışdı. O da ekstremal turizmlə məşğul olurmuş. Umay artıq bilirdi ki, Altay zarafat üçün də çox eləyən deyil. Hadisədən nəsə önəmli detallar ata bilər, ancaq artırmaz. Onun üçün də Altaya inandı və hətta onun çiynini sığallamaq istədi. Onlar Altayın qardaşının atlarını tövləyə qoyandan sonra 2 atı pulla götürüb 1 saat cıdırda sürdülər. Oğlan qallopla çapdı, şahə qaldırdı. Umay isə yortma sürdü, çünki bərk çapmağa qorxurdu. Umay hipodramdan sonra maşını sürdü yol üstündəki böyük marketə. Qocalar evi üçün bazarlıq edəndən sonra onlar bilcəhə sarı yola düşdülər. Bütün yol boyu ikisi də eyni duyğunun genişliyinə, dərinliyinə və istisine tutulmuşdu. Bir yerdə olmaqdan dəhşətli ləzzət alırdılar. Bir-biri ilə bir anda olsa darıxmırdılar. Bu nə qəribə hal idi. Həmişə kimləsə ünsiyyətdə fikrin qarşındakının uzaqlaşıb, haralardasa gəzməli olur, burada isə fikir yalnız birinin cazibəsindədir. Umay da, Altay da bunu fərqli sözlərlə, fərqli təəccüblə yaşayırdılar. Bəlkə təzə-təzə belədir. Bunu Altay düşündü. Çox görüşdükcə yəqin qopmalar da baş verəcək. Umay isə Altaya belə şirin bağlanmasını qoparmaq üçün türlü fəndlərə əl atdı. Məsələn, onu ikiyüzlü, fırıldaqçı, saçını daraya-daraya güzgüdə özünə heyran olan narsis kimi göz qabağına gətirdi. Ancaq heç birisi qızın psixolojisinə dərin iz salmadı. Gələn kimi də sovrulub yox oldu. Nədir bu oğlan belə tez onu ram etdi? Belə şey olmamalıdır axı. Bu nə biabırçılıqdır. Başlayıb gözləməyə ki, haçan bu oğlan onu öpəcək. Heç cəhd edəcək adama oxşamırdı. Bəlkə impotentdir. Yox, impotentin qadınla 3 gün bir yerdə vaxt keçirməsinə hövsələsi çatmaz. Bunu Umay nəsə boş şeyləri Altaya söyləyə-söyləyib ürəyində düşünürdü. Onlar yol boyu boş-boşuna danışmaq xəttinə danışırdılar. Ancaq bundan üzülmürdülər. Çünki birindən o birinə gedən söz siqnallarında əsas məsələ yeni fikir deyildi. Bircəliyin istisi idi. Altay Umayın profilinə baxırdı. Profilinin gözəlliyini, uzun boynunu, döşünün qabartısını çəkinmədən seyr edirdi. Qəribədir ki, Umay da bu həyasız seyri acıqsız qəbul edirdi və ürəyində məmnunluq duyurdu ki, bu oğlan ona tamaşada ləzzət alması dərəcəsində yaraşıqlıdır. Umayın öz yaraşığından belə məmnun olması birinci dəfə deyildi. Ancaq tez-tez yaşadığı duyğu da deyildi. Onun daxili qavrayışında Altayın boyun puxunu, saqqallı üzü iştirak etmirdi. İştirak edirdi konkret şəkil kimi deyil. Qrafik konturlu şəkil kimi çox yaxşı ağıllı, maraqlı oğlan abstraksiyası, qız və oğlan psixolojilərinin fərqində idi bu. Oğlan üçün duyğular konkret gözəlliyə tamaşa,
ilə bağlananda güclənir. Qız üçünsə bəyəndiyi oğlanın ümumi kontrolda duyğulanmaq üçün yetərli olurdu. Bilgəhdəki qocalar evinə çatanda saat 6 olardı. Həyətdə maşını saxlayıb əli yüklü binaya girdilər. Yeməkxana zalına keçib oturdular. Altay gördü ki, burada hamı Umayı tanıyır. Qocalara baxan işçi qadın gedib Umayın dostlarını, rəfiqələrini çağırdı. Sözsüz, qocalar evinə də yardım etmək olardı. Umay dedi, ancaq qorxuram ki, yardım yolda uğurlansın. Ona görə özüm görüşüb edirəm. Mənim də prinsipimdə var. Bilmirəm, düzdür ya düz deyil. Məsələn, özümə paltar alanda, restorana gedəndə və başqa xərclərə planladığımdan az pul çıxırsam, nə qalırsa, onları qırağı qoyuram ki, bu tanışlarımı xərcləyim. Çox pul alınmır, ancaq yenə də heç nədən yaxşıdır. Sənə də bu metodu təklif edərdim. Yaxşı metoddur. Bunu qardaşlarıma, bacılarıma, elə dostlarıma da deyərəm. Qocalar evinin yeməkxana salonunda döşəmə iri kafellərdə idi. Divarların mavi rəngli stulların dəmir plastik materialdan olması çevrəni soyuq səliqədə göstərirdi. Bura Sovet dönəminin ictimai iaşə yerlərini andırırdı. Qapıdan Umayın görüşünə gələn 3 qoca, 2 qarı da elə bir Sovet dünyasından bura içəri girdilər. Onların yaşı 70-dən çox idi. Qocalar qızla sevincə görüşdülər. Duyulurdu ki, onların qızla mehriban tanışlığı çoxdandır və bu görüşlər onların monoton həyatına bənzəyir. Umay 6 ayda onlarla tanış edəndən sonra oradan-buradan söhbəti başlar. Oğlan sezdi ki, Umay borcunu yerinə yetirməli adam halındadır. Maraqlı deyil, ancaq mənəvi borc duyğusundan söhbət etməli, 2-3 saat vaxtı burada keçirməlidir. Şənlik üçün əhvalat danışmalı, dünyada olanlardan xəbərləri paylaşmalıdır. Söhbətin şirin yerində Altay Sovet dönəmində hansı Bakı rayonundasa raykomda instruktor işləmiş Vahid müəllimdən soruşdu. Müəllim, düz deyirlər ki, cənnət Sovetlərdə imiş, bilməmişik. Bala, sən də axı 10-15 yaşınızdan Sovetlərdə yaşamısan. Özün görməmsən? Yox, mən cənnət görməmişəm. Yadımdadır ki, biz saqqız həsrətində idik. Talonla ət yağ alırdıq. Hamı istəyirdi ki, dükan satıcıları ilə dostluq etsin ki, altdan mal alsın. Yugoslav estradası gənclərin musiqi aclığını öldürürdü. Fransız, İtalyan filmləri Sovet kinosunda dincəlmək üçün yeganə vasitə idi. Çex pivəsini Kubinkadan tapmaq olurdu. Kişi onun sözünü kəsdi. Hə, bunlar düzdür, ancaq sabaha inan vardır. Altay çalışdı sözləri elə desin ki, kişini incitməsin. Bilirsiniz, bu inam hardan gəlirdi? İqtisadiyyatdan gəlmirdi, düzdür, çörəyin qiyməti dəyişmirdi. Ancaq hər yerdə çörək almaq üçün növbəyə durmaq lazım idi. İndi biz bu dəhşəti az görürük. Hərdən poliklinikada növbəyə durmalı olursan, o çağlar isə hər yerdə nə salmaq üçün növbəyə durmalı idi. Söhbəti Umay maraqlı qulaq asırdı. Sevinirdi ki, Altay qocaları ildə bilgiləndirən mövzu tapıb. Özü də bu söhbətə iştirak etməli idi ki, qocalar özlərinin ümumi söhbət mühitində duysunlar. Onun üçün dedi. Mənim nənəm də Sovetlər cənnət saymırdı. Deyirdi ki, hər raykonda mütləq bir katib rus olmalı idi. Məktəblərin rus bölmələrində rus müəllimlərinə, rus şagirdlərinə tərəfkeşlik edirdi. Ancaq buna söz demək olmurdu. Avtobusda bir rus arvadı Azərbaycanlıya hirslənirdisə, mütləq sizi biz adam eləmişik deyirdi. Elə mühit yaratmışdılar ki, oğlanlarımızın rusa evlənməsi, gənclərin ruslaşması çoxalsın. Arvadı rus olanın partiya karyerası daha asan idi. Vahid müəllim kədərlə başını tərpətdi. Hər mütərəqqi rejiminin fəsadları olur. Sənin balan, dediyin də fəsaddır. Əvəzində Sovet hakimiyyəti əlində gələni elədi ki, Azərbaycanın öz incəsənət fəlsəfi tarixi olsun. Kirildə dilimizə uyğun hərf dəyişmələrini icazə verdi. Bakıdan olan tələbələrin Moskvada məqsədli aspiranturaya girməsinə tam şərait yaratdı. Orada bizimkilərdən qəbul imtahanları formal götürüldü, təqaüd verildi, yataqxana verildi. Bunlar hamısı yerli kadrları Moskvada hazırlamaq üçün idi. Bu məsələdə Heydər Əliyevin böyük rolu vardı. O bu ideyanı siyasi bürodan keçirmişdi. Altay birdən soruşdu. Bu qəribə hadisədir. Keçmişi ideallaşdırmağı deyirəm. Almaniyada elə yaşlılar var ki, Şərqi Almaniyadakı demokratik dövlətin həsrətini çəkirlər. Bizdə də, Gürcülərdə də 100% bilirəm. Ermənilərdə də yaşlıların çoxu SSR həsrətindədir. Bu nədir? Bəlkə adamlar gəncliklərin həsrəti ilə SSR-in həsrətini dolaşıq salırlar. Gəncliklərin həsrətini çəkirlər. Digər elə bilirlər ki, Sovet dövrünün həsrətini çəkirlər. Söhbətə qulaq asan keçmiş Ağbirçək müəllimə fikirli qayıtdı. Düz deyirsən bala,
Keçmiş çox ağır olmayıbsa, adamlar xoş hisslərlə onu xatırlayırlar. Milyoner adam kasıb uşaqlığından ləzzətlə danışır. Adamlar əsgərliyini, türmədə yatmışlar, türmə illərini ləzzətlə danışırlar. Bunda nəsə qanuna uyğunluq var. Umay, bəyən bu normal idi ki, Bakıda rus dilində aksentlə danışanlar özlərini geridə qalmış adam kimi duyurdular, komplekslə yaşayırdılar. Qadınlar xarici səfərə gedib, qayıdandan sonra rəfiqələri onların evinə yığışıb aldıqları paltarlara baxırdı, bu normal idi. Vahid müəllimlə həmişə şahmat oynayan o biri kişi sual etdi. Bəlkə indi də dolan işıq çətindir, ona görə adamlar keçmişə göyə qaldırırlar. Bundan sonra daha 5-6 məsələdən söhbət oldu. Axırda şəhəri gəzmək məsələsinə gələndə Umay söz verdi ki, gələn ayın şənbələrində birində onları maşını ilə gəzməyə aparacaq. Altay da əlavə etdi ki, bir dəfə onları Şamaxıya aparsam, mən də sizə qoşularam. Qocalar evindən çıxanda Umayın keyfi yaxşı idi. Həmişə qocalarla nədən söhbət etmək problemi olurdu. Bu dəfə Altayın sayəsində xeyli rahat söhbət alınmışdı. Görünürdü ki, onların sovet həsrəti oğlanı qıcıqlandırmır. Bu da Altayda Umayın xoşuna gələn xasiyyət oldu. Umay çıxanda Altayı biraz qabağı buraxıb Vahid müəllimə 5 zərf verdi ki, o birilərə paylasın. İçində hərəsinə 50 manat qoymuşdu. Umay heç bilmədi ki, Altay güzgüdən onun bu gizli hərəkətini görür. Altay üstünü vurmadı. İstəyirdi görsün bu qız sərf xeyriyyətçiliyin ona bildirəcəkmi, bildirmədi deməli, elə bütöv qızdır ki, özünü yaxşı göstərmək üçün bilgi sızdırmağa gərək duymur. Maşında oğlan soruşdu. Sabah nə idi? Sənin təklifin nədir? Səninki nədir? Altay biraz qabaq ağlına gələn variantı bir də saf çürük edib dedi. Gedək şəhərə, ya da sən git bağa, mən taksi ilə gedim evə. Sabah motosikletlə gələrəm bağa. Heç ömründə motosikletə gəzmisən? Gələrəm, gəzərik. 5-dən sonra gedərik bizim bağa, Atababa bağına. Ətrafında da bacı qardaşımın bağlarıdır. Hamısının qonağı olarıq. Bəs sən də təklif edirsən. Umaya Altayın ona bacı qardaşını göstərməsi xoş oldu. Sən bütün təzə tanış olduğun adamları, qohumlarını göstərsən? Yox, onlar mənə ancaq oğlan dostlarımla, bir də onların arvadları ilə görüblər. Deyirsən göstərməyim? Umay birdən fikrinin dəyişər təşvişi ilə göstər dedi. Bilməliyəm ki, sən nə adamsan? Bir böyük yalanın ürəyindən şübhələri hələ qalır. Bilim ki, dostlarınız kimdir, qohumların kimdir? Adamı belə tanıyırlar. Aforizm aydındır. Denən qohumların kimdir, deyim sən özün kimsən. Altayın içindən oxşar aforizmlər keçdi. Göstər nəyə gülürsən, deyim necə adamsan. Göstər pulu nəyə xərcləyirsən, deyim necə adamsan. Umayın aforizmləri bunlardan yaxşı deyildi. Ancaq bunları prefrazı olduğu üçün müəyyən intellektual oyun idi. Onu bir melodiyanı türlü və variasiyalarda çalan pianoçuya oxşatdı. Yaxşı, Umay, aydan umma mənasında deyirəm. Sənin təklifin nədir? Mənim təklifim belədir. Səni Mərdəkandan taksi ilə yola saldıram, ancaq sən motosikletlə sabah yox, bugün bizə gəlirsən. Motosikletlə axşam gəlmək qorxulu deyil ki. Birdən bu sual ağlına gəldi. Onun üçün ciddi soruşdu. Yox, deyil. Çox maşın olanda qorxulu ola bilər. Onun üçün mən səni heç vaxt şəhərdə tıxac olan yerdə motosikletlə gəzdirmərəm. Özüm sürürəm, ancaq səninlə sürmərəm. Gedib gələrəm. Sonra da gedərik altı ağaca. Bəlkə də Nabrana. Amma Instagramda gördüyüm BMW ilə yox. Mən çalışıram sadə qız olum. Ancaq yenə də o maşını anti-glamur jest kimi həzm edə bilmirəm. Oldu. Altay sabahacan Umaydan ayrılmaq açmırdı. Ona görə tez razı oldu. Həm də Umayın onu özündən buraxmaması ürəyini cizildətdi. Taksidə çox qarışıq duyğular keçirdi. İçində üst-üstə duyğu düşüncələr beləncik laylandı. Məndən xoşu gəlməsi nə yaxşıdır. Elə bil əzizimdir. Ancaq çox bağlanmaq olmaz. Bu yaşayışımla mənə sevgimi lazımdır. Evlənmədən yaşamağa razı olmaz. Heç qorxumdan bunu ona deməyə ürək eləmirəm. Evlənmək isə olmaz. Bəlkə macəra bura qədər olsun. Qızı əzaba salmamaq üçün qopum gedim. Yox, biraz onunla bir yerdə olmağın ləzzətini yaşayım. Sonra harasa bir aylıq gedərəm. Bu qızın ofsunundan qurtularam. Elə o da məndən qurtular. Görəsən sadəcə ürəkdən dost olmaq olmaz. Niyə tez-tez mənə onu qucaqlayıb bütün bədənimlə duymaq həvəsi gəlir. Bunu gizlətmək lazımdır. Qızdan ayıbdır.